Salam əziz abituriyentlər, mən Tərlan Rəcəb Əliyev. Bugünkü videoda sizlər üçün DİM test toplusunda təbii ehtiyatlar və onlardan istifadə mövzusuna dair test tapşırıqlarını təqdim edəcəm. Xüsusilə də bu video izahda mövzuya uyğun tapşırıqların işlənməsində açar kəlmələrdən istifadə edəcəm ki, özünüzə qeyd götürərsiniz. Birinci sualımız belədir. Adam başına düşən torpaq ehtiyatları ilə yaxşı təmin olmuş ölkələr qrupunu istəyir. Xüsusilə də bu tip test tapşırığında məntiq, ərazisi böyük, əhalisinin sayı az olan ölkələr qrupunu seçməlisiniz. Nisbətən verilən variantları müqayisə etsəz, B-dəki ölkələr axtardığımız cavabdır. Belə ki, Avstraliya, Kanada, Braziliya, Qazaxıstan sahəcə böyük. Ərazisinə görə əhalinin sayı nisbətən azdır deyinə, adam başına düşən torpaq ehtiyatı daha çox olur və şərtə uyğun cavab olur. Test 2. Zəngin geotermal enerji ehtiyatlarına malik olan ölkələr. Geotermal yerin daxili enerjisidir və buna sahib olan ölkələr geosiqnal quşağında yerləşən ölkələrdir. Verilən variantlarda cavabda C-ni seçəcəksiniz. İslandiya, Yeni Zelandiya, Yaponiya, ABŞ, həmçinin İtaliya, həmçinin Kamçatka yarımadasına malik olan Rusiyanı biz suala uyğun cavab kimi seçə bilərdik. Dünyada oduncaq tədarükünə görə fərqlənən ölkələr, oduncaq tədarükü xüsusilə də meşə qurşağında yerləşən ölkələrdədir və buna uyğun olan A variantı olacaq. ABŞ, Rusiya, Kanada, Finlandiya şimal meşə qurşağına uyğun dövlətlər qrupudur. Oduncaq meşə resurslarına yaxşı təmin edilir və onun tədarükü onlarda yaxşı inkişaf edib. Meşə ehtiyatları ilə daha yaxşı təmin olunmuş ölkələr, burada biz şimal və cənub meşə qurşağına ərazicə uyğun gələn ölkələri seçəcəyik. Məsəl üçün, A variantında verilən ölkələrdən xüsusilə də Namibiya, Mərakeş kimi Birləşmiş Ərəb Əmirlikləri səhra ölkələrdir, şərtə uyğun gəlməz. B-də isə Misir, Özbəkistan şərtə uyğun gəlməz. C-də isə verilən şərti təhlil etdiyimizdə meşə ehtiyatları xüsusilə də elə Uruqvay özü və yaxud da ki, Somaliya, Avstraliyada uyğun gəlməz. Cavab olaraq D variantı seçəcəksiniz. Kongo, Venezuela, cənub meşə qurşağı, Kanada, Rusiya, İsveç, şimal meşə qurşağıdır. Meşə ehtiyatları ilə yaxşı təmin edilən ölkələrə həmçinin, burada adı yazılanlardan əlavə, cənub meşə qurşağındakı İndoneziya, Malayziya, həmçinin Afrikadakı Gabon, Kongo Demokratik Respublikanın adını qeyd edə bilərsiniz. Eyni zamanda Braziliyanı da qeyd etmək olar. Şimal meşə qurşağında burada adı yazılan ölkələrlə yanaşı, deməli həmçinin Finlandiyada, qismən Norveçi də, ABŞ-ı da qeyd etmək olar. Daş kömür ehtiyatının çoxluğuna görə fərqlənən ölkələr. Daş kömür ehtiyatlarla zəngin olan dünyanın əsas ölkələri elə adı çəkilən A variantındakı Rusiya, ABŞ, Çindir. Həmçinin bunlardan əlavə biz eyni zamanda Hindistan, Avstraliya, CAR, bu tip dövlətlərin adlarını da qeyd edə bilərik ki, onlar da bu resurslarla zəngindir. Qonur kömürə görə isə Almaniya birinci yerdədir. Yadda saxlayın. Şirin su, torpaq, meşə, heyvanlar aləmi təbii ehtiyatların hansı növünə aiddir? Bunlar tükənən və bərpa edilə bilən resurslardır. Təbii ehtiyatlar tükənən, tükənməyən olaraq qruplaşdırılır. Tükənənlər bərpa edilə bilən, burada yazılanlar, bir də bərpa edilməyən. Bərpa edilməyənlər mineral ehtiyatlarıdır. Hansı ki, filiz, yəni metallar, qeyri-filizlər və yanar faydalı qazıntılardır. Afrikanın neft ehtiyatları ilə zəngin olan ərazilər. Afrikanın bir şimali hissəsində, xüsusilə də Liviya, Cəzair, Quruda. Bir də Qvineya körfəzi sahili neft ehtiyatları ilə zəngindir. Cavabımız isə D variantı edəcək. Bu tipli sualların cavablarını Atlasda təbii ehtiyatlar mövzusuna dair olan xəritədən istifadə edərək yaza bilərsiniz. Səhifə 65-dədir. Dəmir filiz ehtiyatları ilə daha zəngin olan ölkələr. Dəmir filizinə daha çox rast gələn ölkələr Braziliyanın elə Braziliya yaylası, Hindistan Dekan yaylası, Rusiyada xüsusilə də Ural dağlarını qeyd etmək olar. Həmçinin Kanadanı, burada Labrador yarımadası, Avstraliyada Qərbi Avstraliya yaylasını fərqləndirə bilərsiniz.
Qərbi Avstraliyada filiz faydalı qazıntıların çox olmasının səbəbi filiz metallar maqmatik süxurlarda olur. Xüsusilə də B variantında qeyd edilən platformanın kristali bünövrəsi səthə yaxındır. Yəni burada maqmatik süxurlar üstünlük təşkil edir və Qərbi Avstraliya yayladır. Yaylalar da dediyim kimi platformanın qalxan hissəsidir və orada da maqmatik süxurlar üstünlük təşkil edir. Aşağıdakı şərti işarələrin hansı faydalı qazıntıya aid olduğunu tapaq. Birincisi qızıl, ikincisi neft, üçüncü daş kömür, dördüncü dəmir filizlidir. Buna görə C doğrudur. Bənzər sual modeli 1 manqan, 2 polimetal, 3 təbii qaz, 4 isə misdir. Şərti işarələrin müvafiq olaraq nəyi bildirdiyini bilmək istəyirsə, atlasın ilə üz qabığında buna dair xüsusi təsvirlər var, oradan istifadə edə bilərsiniz. Xəritə sxemi əsasən neft və təbii qaz ehtiyatları ilə zəngin olan su hövzələrini istəyir. Verilən suala biz cavab verəndə ərazilər olaraq bir rəqəminə uyğun İran körfəzi, eyni zamanda 3 rəqəmi ilə Xəzər dənizi, 5 rəqəmi ilə Şimal dəniz neft-qaz ehtiyatlarına zəngindir. Həmçinin 7 rəqəminə uyğun gələn Meksika körfəzi də bu ehtiyatla zəngindir. 1, 3, 5, 7 şərtə uyğun olaraq C variantı doğrudur. Xəritə sxemi əsasən boksit ehtiyatına görə fərqlənən ölkələri, regionları təyin edək. Dünyada ən böyük boksit ehtiyatı Avstraliyanın şimalında Cape York yarımadasındadır. Bundan əlavə həmçinin Braziliya yaylası, Yamayka adası, həmçinin Afrikanın qərbindəki deməli Qvineya dövlətini qeyd etmək olar. Boksit ehtiyatına görə fərqlənir. Cavabımız 1, 2, 4, 7 buna uyğun isə Y variant edəcək. Davam edək. 14. İxracatında neftin üstünlük təşkil etdiyi ölkələr. Verilən təsvirdə bir rəqəmi Yəməndir, o şərtə uyğun gəlməz, amma 2 rəqəmi Səudiyyə Ərəbistan doğrudur. 3 rəqəmi Türkiyədir, olmaz. 4 rəqəmi Birləşmiş Ərəb Əmirliklərdir, olar. 5 rəqəmi Əfqanistan, olmaz. 6 rəqəmi İraq şərtimizə uyğundur. 7 İran şərtə uyğundur. 8 Pakistandır, şərtə uyğun gəlmir. Verilənlərdən doğru cavab olaraq 2, 4, 6, 7 verilən cavab olacaq. Təbii rekreasiya ehtiyatı ilə zəngin olan ərazilər. Rekreasiya, istirahət, bu ehtiyatlarla zəngin olan ərazilər, xüsusilə də Aralıq dəniz, subtropik iqlim olduğuna görə yaylar, isti quru, qumsal çimərlik turizm inkişafına imkan verir. Həmçinin tropik adalar, xüsusilə də burada ABŞ-ın 50-ci ştatı olan Havay adaları, Qara dəniz sahilindəki Krım yarımadası, bunlardan əlavə həmçinin Baham adaları, Maldivlər də turizm rekreasiya ehtiyatlarının zəngin olduğuna görə fərqləndirmək olar. Qabarma elektrik stansiyalarının tikintisi üçün əlverişli şəraiti olan su hövzəsi. Verilənlərdən biz güclü qabarma çəkilmənin olduğu ərazini seçməliyik. Xüsusilə də Fandi körfəzi Kanada sahilində 18 metrlik qabarma dalğasının olduğu maksimal ərazidir. Maksimum qabarma dalğası məhz burada müşahidə edilir. Şərtə tam uyğun gəlir. Daxili dəniz və göllərdə demək olar ki, qabarma çəkilmə müşahidə edilmir. Ona görə də həmin əraziləri seçməliyik. Ümumiyyətlə, qabarma çəkilmə bir təbiət hadisəsi olaraq yadda saxlayın ki, Avropada La Manş boğazı sahilində, eyni zamanda biz Rusiyanın həm Ağdəniz, həmçinin də Oxot dənizində, Şelxov körfəzində, Argentinanın cənubunda, Avstraliyanın şimalında da güclü qabarma çəkilmə müşahidə edə bilərik. Buna görə də dünyada qabarma çəkilmədən elektrik istehsal edən ölkələr içərisində ABŞ, Kanada, Fransa, Rusiya, Avstraliya, Argentina kimi dövlətlərin adlarını görə bilərik. Helioenergetika, günəş energetikası, günəşdən elektrik istehsalının inkişafına görə daha çox fərqlənən ölkələr. Bu tip energetika sahələri alternativ enerji sahələri hesab edildiyinə görə bunlar üçün müasir
avadanlıqlar, müasir texnologiyalar lazımdır və yüksək mütəxəssis və əlbəttə ki, buna sahib olan ölkələr yüksək inkişaf etmiş ölkələr və eyni zamanda günəşdən danışdığımıza görə tropik enliklərə nisbətən yaxın olan inkişaf etmiş ölkələr seçəcəksiniz. Verilən variantlar içərisində D variantındakı ölkələr inkişaf etmiş ölkələrdən nisbətən tropikə daha yaxın olan ölkələrdir. Onlarda məhz bu energetikanın inkişafı daha çox fərqlənir. Cavabımız D. 18. Xəritə sxemi əsasən ekstremal, yəni əlverişsiz təbii şəraitə malik olan ərazilər. Ekstremal təbii şərait dedikdə biz ya qütbə yaxın olan donuşluq ərazilər, ya ekvatorialdakı cəngərlik, bataqlıq ərazilər, ya tropik səhralar, ya da yüksək dağlıq əraziləri seçə bilərsiniz. Bu verilən şərtə görə xüsusilə də yüksək enliklərdə yerləşən 1 və 2 donuşluq ərazilər, soyuq ərazilər və 4 səhra ərazisi seçə bilərik, tropik səhra. Buna görə cavab D variantı edir. Xəritə sxemi əsasən dünyada meşə ehtiyatlarının daha geniş yayıldığı ərazilər. Meşə ehtiyatları şimal və cənub meşə qurşağına ayrılır. Cənub meşə qurşaqları ekvatorial meşələr olaraq burada 5 rəqəminə uyğun gələcək. Şimal meşə qurşağında xüsusilə biraz böyük təsir etdik, düzəldək 4 və yaxud da ki 2 rəqəmi ilə verilən Finlandiya ərazisi. Beləliklə cavabımız 2 Finlandiya, 4 Kanada, 5 Kongo Demokratik Respublikası və ekvatorial meşələr kimi şərtə uyğun olacaq. 2, 4, 5 testinin doğru cavabıdır. Torpaq fondunda əkin sahələrinin payının daha yüksək olduğu ölkələr. Əkin sahələrinin daha böyük sahə tutmaq üçün əlverişli aqroqim ehtiyatına malik olması vacibdir. Bunun üçün qütbə yaxın olan donuşluq əraziləri çıxacaqsınız. Tutalım A variantında Kanada, Norveç soyuq ərazilərdir. B şərtə uyğundur. Qeyd edilən dövlətlərdə, xüsusilə də Ukrayna, Qazaxıstanda çöl, meşə, çöl kimi əlverişli təbii şəraitə malikdir. Həmin çöl təbii zonasında məhsuldar, qara və tünd şabalı torpaqlar var ki, bu torpaqlar elə əsas əkinçilikdə istifadə edilən torpaqlardır, yəni becərilən torpaqdır. Hindistan ərazisi isə subekvatorial iqlimdə, savannalarda il boyu aqroqlim əkinçilik üçün imkan verir və təbii şəraitin bu xidmətindən ölkə yaxşı da istifadə edir. C-də xüsusilə də burada Finlandiya gördüyünüz kimi soyuq ərazidir. Avstraliyanın ərazisi isə əsasən otlaqlar kimi kənd təsərrüfatına istifadə ediləcək. Misirin əlverişli ərazisi azdır, ona görə torpaq fondunun əksər hissəsi yararsızdır. Əkin sahəsinin payı böyük olduğunu istəyir. D-da xüsusilə də Monqolistan otlaqlardır, çəmənliklərdir. Meksikada əkinçilik üçün ərazicə relyef o qədər də əlverişli hesab edilmir. Xüsusilə də Rusiya ərazisi soyuq ərazi, Nepal isə yüksək dağlıq ərazidir. İndoneziyanın bir çox ərazi isə ifrat rütubətlənmiş səth örtüyüdür. O yüzden də torpaqda əkinçilik sahəsi geniş sahə tutmur. Dünyada ən böyük daş kömür ixracatçıları. Daş kömür ixracına görə verilən variantda CAR, Avstraliya və Rusiya seçilir. Yadda saxlamaq lazımdır ki, Braziliya filizlə zəngin olsa da, yəni dəmir filizi, alüminium oksidi olan boks ehtiyatına zəngin olsa da, yanar faydalı qazıntı olan daş kömür, neft və təbii qazla yaxşı təmin edilməyib, daha çox bu resursları idxal edir. Yaponiya tipli inkişaf etmiş ölkələr təbii ehtiyatlarla zəif təmin edilib və onlar buna olan tələbatı idxal hesabını ödəyir. Misirdə təqdim edilən şərtə uyğun gəlməyəcək. Ümumiyyətlə özü üçün qeyd götürün ki, inkişaf etmiş ölkələr təbii ehtiyatlarla zəif təmin edilib. Ancaq sahəcə böyük olan ABŞ, Kanada, Avstraliya həmçinin CAR təbii ehtiyatlarla daha zəngin təmin olunub. Bunlardan ABŞ istisna, digər üçü, xüsusilə də Kanada, Avstraliya və CAR ixracatında hazır məhsul yanaşı təbii ehtiyatları xammal kimi də ixrac etməkdədir. Digər inkişaf etmiş ölkələrin əksəriyyəti təbii ehtiyatlarla zəif təmin edilib,
Onlar bu ehtiyatlara olan tələbatı idxal hesabına ödüyor. Bunu özü üçün qeyd götürün. Testlərin əksər məntiqi bunun üzərindədir. Dünyanın mis və qalay, wolfram qurşaqlarına uyğun gələn müvafiq regionlar. Mis qurşaq olaraq iki mərkəz daha çox fərqlənir. Birincisi Ant dağları, bu Cənubi Amerikada Peru və Çili. İkincisi Mərkəzi Afrikada Kongo Demokratik Respublika və Zambiyadır. Verilən cavabda B variantında Ant dağları misə uyğun gələcək. Qalay wolfram isə Cənub-Şərqi Asiyada, burada xüsusilə Tayland, Malayziya, İndoneziya fərqlənir. Təbii ehtiyatlarla təminat deyəndə əsas göstəricilərə nələr daxildir? Birincisi, əhalinin hər nəfərin düşən təbii ehtiyatların miqdarıdır. Bunun üçün ehtiyatın miqdarını əhalinin sayına bölmək kifayətdir. İkincisi, təbii ehtiyatın çatacağı illəri. Bunun üçün ehtiyatın miqdarını, daha doğrusu ehtiyatın miqdarını illik hasilata bölərsən, bir ildə çıxarılan miqdarına. Üçüncü göstərici isə ehtiyatın ümumi miqdarıdır, kəşf edilən miqdarı. Beləliklə cavab 2, 5, 6 D variantı edir. Asiyanın mühüm neft-qaz hövzələri. Asiyada xüsusilə Rusiya ərazisində Qərbi Sibir ovalığını, Orta Sibir daş kömürdür, qarışdırmayın. Xəzər dənizinin şelfi, Şimal dənizi neft ehtiyatının zəngin olsa da, diqqət edirsinizsə Asiyadan bəhs edir. O yüzdən də Avropada yerləşdiyinə görə götürmürsünüz. İran körfəzi Asiyadadır və neft-qaz ehtiyatından da zəngindir. Aralıq dənizi həm bu resursla elə də fərqlənmir, həmçində Asiya yox, daha çox Avropa sahillərinə uyğun gəlir. Həmçinin Asiyanın sahillərinə uyğun gələn hissəsi də var təbii ki. Baltik dənizi isə ümumiyyətlə neft-qaz ehtiyatına malik ərazi hesab edilmir hövzə olaraq. Cavabımız burada nə oldu? 1, 3, 5. Asiyada yerləşən olsun və neft-qazla da zəngin olsun. Hər iki şərti ödədi. Metallurgiya kombinatları əsasən yerli. Birincidə biz buna diqqət etməliyik. İkincidə isə idxal edilən daş kömür və dəmir filizi ilə işləyən. İlk öncə hansı ölkələrdə yerli deməli filiz və yaxud da ki daş kömürlə işləyir, onu tapaq. Məsəl üçün biz polad istehsal edən metallurgiya müəssisələrinin xüsusilə yerli xammalı işləyən ölkələrə Rusiya, Hindistan, Avstraliya, CAR kimi dövlətlərin adlarını çəkə bilərik. Həmçinin Çində də əsasən belədir. Çünki bu dövlətlərin hər birisi zəngin daş kömürə və dəmir filizi malikdir. Adları sadadığım ölkələrdən əlavə həmçinin Qazaxıstan, Ukraynanı da misal çəkmək olar. O zaman birinci sətrə sadaladığım dövlətlər qrupunu seçə bilərsiniz. Məsəl üçün Çin, Rusiya, CAR, həmçinin Ukrayna, Avstraliya, Hindistan, bu tip ölkələr qeyd etmək olar. İdxal edilən xammal əsasında metallurgiya müəssisələri fəaliyyət göstərən ölkə isə digər inkişaf etmiş ölkələri qeyd edə bilərsiniz. Xüsusilə də yadda saxlayın ki, bu tip inkişaf etmiş ölkələrdə metallurgiya müəssisələri, yəni polad istehsal zavodları limanlarda tikilir. Yəni ölkə əgər dənizə çıxışı varsa, idxal xamlarla fəaliyyət göstərən bu müəssisələr daşıma xərcləri, nəqliyyat xərcləri əlavə maya dəyərinin artmasına imkan verməsin deyənə limanda tikirlər müəssisələri. 26. Qərbi Sibir ovalığında zəngin neft-qaz yataqlarının olması əlaqədardır. Bu sualın məntiqi neft və qazın hansı mənşəli süxurlarda yaranmasıdır. Biz bilirik ki, neft təbii qaz üzvü mənşəli çökmə süxurlarda formalaşır. Deməli, Qərbi Sibirdə də neft-qaz ona görə var ki, burada qalın üzvü mənşəli çökmə süxurlarla örtülüdür. Ovalıqlar qalın çökmə mənşəli üzvü mənşəli süxurlarla örtülü olur. Ona görə də belə ərazilərdə əksərən neft-qaz ehtiyatları da zəngin olur. Məntiq olaraq yadda saxlayın ki, filizlər də maqmatik süxurlarda olur. Deməli, harada filiz zəngindirsə, orada da maqmatik süxur deməli zəngindir. Uyğunluğu müəyyənləşdirək. Tükənən və bərpa olunan ehtiyatlara müvafiq olaraq meşə, torpaq, su, hava, bitki, heyvanat aləmi aid edilir. 3 getdi birinciyə. Tükənən bərpa edilməyənlər mineral ehtiyatlardır, yəni filizlər, qeyri-filizlər və yanar faydalı qazıntı. Fosforit
Qeyri-filiz, boksit də filizdir, elə şərtə uyğun gəlir. Tükənməyən təbii ehtiyatlar geotermal, yerin daxili enerjisi, yəni qeyzədə enerji istehsalı, günəş enerjisi, külək, qabarma, çəkilmə elektrik enerjisi qeyd edə bilərsiniz. 1. 3, 2, 1 ilə A-dadır. Yenə bənzər model sualımız var. Tükənməyən təbii ehtiyata burada biz günəş enerjisi, külək, qabarma, çəkilmə və yerin daxili enerjisi, yəni geotermal aiddir. Tükənən bərpa olunan ehtiyatlar torpaq, su, meşə, hava, bitki, heyvanat, yəni 1. Tükənib bərpa olunmayanlar isə minerallardır. Minerallar 3 qrupa ayrılır. Filizlər, yəni bildiyimiz metallar, qeyri-filizlər və eyni zamanda bir də yanar faydalı qazıntılar. Burada dəmir filizi və qalay filizi elə tükənib bərpa edilməyən mineral ehtiyatımızdır. Üçüncüyə də 3. 2, 1, 3 buna uyğun cavabı tapmalıydınız. A doğru cavabımız idi. Xam malla zəif təmin olunmuş iri polad istehsalçıları olan ölkələr. Xam mal məhsulun ilkin halıdır. Deməli, polad istehsalçıları olan ölkələrdən hansılar? Xam malla zəif təmin olunur. Söhbət inkişaf etmiş ölkələrdən gedir. Bu arada yadda saxlayın ki, Kanada, Avstraliya, CAR, ABŞ kimi ölkələr istisnadır. Onlar inkişaf etmiş ölkələr olsa da təbii ehtiyatlarla zəngindir. Verilən şərtdə də biz xüsusilə də Y variantındakı ölkələr qrupunu seçərik. Yaponiya, Almaniya, İtaliya, Fransa və digər Qərbi Avropa dövlətləri qeyd edəcəksiniz ki, təbii ehtiyatlarla, minerallarla zəif təmin edilib. Ona görə də onlar bu tipli müəssisələrin fəaliyyəti üçün xam olan tələbatı idxal hesabına ödəyir. İdxal kənardan gətirməkdir. Mis sənayesi yerli xammal əsasında formalaşmış ölkələr. Deməli, mis ehtiyatlarla zəngin olan ölkələri seçməliyik. Biz bayaq 2 mis qurşağını dedik. Ant qurşağı burada Peru, Çili, Mərkəzi Afrikada da Kongo Demokratik Respublikası və Zambiya. Bundan əlavə yoldaşlar, sahəsi böyük olan ABŞ, Rusiya, bu tipli ölkələr də mis ehtiyatlarla da zəngindir. Həmçinin Kanadanı da qeyd etmək olar. Verilən cavabda Kanada, Rusiya, Çili, Kongo bu tipli dövlətlər qeyd edəcəksiniz ki, özlərinin zəngin mis ehtiyatları var. Ona görə də yerli xammalla müəssisələr təmin olunur. 31-də şərti işarələrin uyğun gəldiyi faydalı qazıntı və bu ehtiyatlarla zəngin olan müvafiq ölkələr qrupunu seçməliyik. Birinci təsvir neft, ikinci daş kömür, üçüncü isə qızıldır. Neftlə zəngin olan ölkə kimi ölkələrdən biri də Səudi Ərəbistandır. Doğrudur. Daş kömürlə Rusiya zəngindir. Qızılla da Cənubi Afrika Respublikası zəngindir. Şərtə də tamamilə uyğun gəlir. Yenə bənzər model sualımız var. Birinci təbii qazdır, ikinci mis, üçüncü dəmir filizidir. Buna uyğun deməli biz təbii qaz, mis və dəmir filizi olan variantı seçməliydik. Və mislə, daha doğrusu təbii qazla Əlcəzair, mislə Peru, dəmir filizi ilə də Braziliya zəngindir, Braziliya yaylası. C doğru olacaq. Dünyanın ən zəngin mis qurşaqlarının yerləşdiyi ərazilər. Biz buna 2 qurşaq demişdik. Ant dağlarında Peru və Çili. Hətta dünyada misin açıq üsulla hasil edildiyi ən böyük mədən Chuquicamata Çilidədir, Ant dağlarında. Mərkəzi Afrikada da Kongo Demokratik Respublikası və Zambiya bu resursların zəngindir. Dünyanın ən zəngin dəmir filiz yataqları. Dünyanın ən zəngin dəmir filiz yataqlarını biz Avstraliyanın qərbində Qərbi Avstraliya yaylası, Hindistanda Dekan, Rusiyada Ural dağları, Braziliyada Braziliya yaylası, Kanadada Labrador yarımadası xüsusilə seçilir. Verilən sualın şərtində Rusiyadakı Ural, Braziliyadakı Braziliya yaylası düzgün cavab olacaq. Neft və təbii qaz hasilatına görə fərqlənən körfəz və dənizlər neft təbii qaza görə. Verilənlər içərisində xüsusilə də Qvineya körfəzi Afrikanın qərbində, Meksika körfəzi Şimali Amerika sahilində, Karib dənizi Şimali Cənubi Amerikanın arasında
və Avropa sahilindəki Şimal dənizi. Xüsusilə bu adlar çəkilənlərdən əlavə həmçinin Xəzər dənizi, ən əsası isə İran körfəzi qeyd edək, xüsusilə də fərqlənir. Davam edək. Mis və qalay Wolfram qurşağına uyğun gələn ölkələr. Məsəl üçün, mis qurşağı olaraq biz bayaq bildirdik, həm Afrikada, həm də Ant dağlarında var. Xüsusilə də qalay Wolfram Cənub-Şərqi Asiya ölkələrindən Tayland, Malaziya, Indoneziyadır. Buna görə B doğrudur. Belə ki, Kongo Demokratik Respublikası DR Demokratik Respublikadır və Zambiya. Bu mərkəzi Afrikadakı mis qurşağıdır. Qalay Wolfram isə Cənub-Şərqi Asiyadakı Tayland, Malaziya, Indoneziya dövlətlərin verildiyi B variantı uyğun gəlir. Tükənən və bərpa olunmayan söhbət mineral ehtiyatlardan gedir və bunlar özləri də 3 qrupa bölünürdü. Bilirsiniz ki, filizlər, yəni metallar, qeyri-filizlər və yanar faydalı qazıntılar. Verilənlərdən C doğrudur. Yanacaq, yəni yanar faydalı qazıntılar, neft, qaz, daş kömür, konur kömür. Filizlər bildiyimiz metallardır. Dəmir, mis, qızıl, alüminium və s. Qeyri-filizlər də yerdə qalan sıxırlardır. Davam edirik. İnkişaf etmiş ölkələr arasında daş kömür, neft, təbii qaz, uran, dəmir filizi ehtiyatına görə fərqlənən ölkələr. Bu verilən ölkələr içərisində xüsusilə adı çəkilən resurslara ABŞ sahibdir. Bu arada ABŞ bu təbii ehtiyatlarla zəngin olmasına baxmayaraq, həmin resursların ixracatına görə elə də fərqlənmir. Çünki ABŞ-ın daxili tələbatı böyükdür. Bu arada inkişaf etmiş ölkələr içərisində yadda saxlayın, qeyd götürün. Kanada, sonra Çad, Cənubi Afrika Respublikası və Avstraliya. Bu ölkələr inkişaf etmiş ölkələr olmasına baxmayaraq, xam mal ixrac edə bilən ölkələrdir. Digər inkişaf etmiş ölkələr adətən təbii ehtiyatlarla zəif təmin edib, ona görə də onlar ona olan tələbatı idxal hesabını ödəyir. Təbii şəraitlə daha çox bağlı olan elektrik stansiyaları. Bu, xüsusilə də su elektrik stansiyasıdır. Hansı ki, bunun üçün düşməsi böyük olan, hidroenerji potensiali böyük olan dağ çayları lazımdır. Yəni, hər yerdə tələbat rayonunda tikmək mümkün deyil. Təbii şəraitdən əsaslı şəkildə asılıdır. Bir də alternativ energetika sahələri. Yəni, külək elektrik stansiyaları, günəş elektrik stansiyaları, geotermal elektrik stansiyası və yaxud da ki, qabarma çəkilmə elektrik stansiyaları. Ona görə də cavab olaraq sualda daha çox asılı olduğunu dediyinə görə SES və geotermal elektrik stansiyası olan A variantını seçə bilərsiniz. Yəni, çay ərazidə yoxdursa, məsəl üçün, Abşeron yarımadasında siz SES tikmək istəsəz, bunun üçün təbii şərait əlverişli deyil. Geotermal, məsəl üçün, ərazinin yeraltı isti bulaqları, su ehtiyatları yoxdursa, geotermal elektrik stansiya tikmək mümkün deyil. Məsəl üçün, platformada yerləşən Avstraliyada, Şərqi Avropa dövlətlərində bunu tikmək mümkün deyil. Yəni, platformada yerləşənlərdə mümkün deyil. Bunun üçün bu arada geyzerlərin olması lazımdır. Amma geyzer olmasa belə geotermal elektrik stansiyalar mövcud ola bilər. Məsəl üçün, Macaristanda xüsusilə də yeraltı su ehtiyatları yüksək temperatura maliyyət edilən geotermal elektrik stansiyalar inşa etmək mümkündür. Davam edirik. Potensial var yəni orada. Atom elektrik stansiyaları və istilik elektrik stansiyaları bizim şərtə uyğun gəlməz. Çünki onların tikintisi təbii şəraitdən asılı deyil, tələbatdan asılıdır. Tələbat rayonlarında tikmək mümkündür. Beləliklə, variantda təbii ki, atom elektrik stansiyası və istilik elektrik stansiyası. İstilik elektrik stansiyası özdə 2 qrupa ayrılır. DRES və bir də İEM. DRES-lər dövlət rayon elektrik stansiyası ancaq elektrik istehsalidir. İEM-lər isə eyni zamanda isti su buxarda qeyd edəcəksiniz ki, istehsalidir. Alternativ qeyri-enerji deməli, qeyri-ənənəvi enerji mənbələrindən daha çox istifadə edən ölkələr. Belə ölkələr, inkişaf etmiş ölkələr, qabaqcıl dövlətlər, güclü sənayesi olan Rusiya kimi inkişaf etməkdə olan ölkələr qrupudur. Cavab A variantıdır.
Xüsusilə bu tip energetika inkişaf etməsi üçün yüksək ixtisaslı kadr, müasir texnologiya lazım gəlir. Hidroenerji ehtiyatlarının daha yaxşı inkişaf edən, daha geniş istifadə edən ölkələr. Bu xüsusilə də yoldaşlar, öz su resurslarından yaxşı istifadə edən ölkə kimi Norveç və Skandinaviya ölkələri, Kanadanı, Rusiyanı, ABŞ-ı qeyd edə bilərik. Yadda saxlayın ki, ABŞ kimi inkişaf etmiş qüdrətli iqtisadi güc mərkəzində hər bir sahə demək olar ki, yüksək inkişaf edir və dünyada həmin bu ölkə qabaqcıl olacaq. ABŞ nədir? Üzr istəyirəm, deməli qızıl, daş kömür ehtiyatlarıyla zəngin olan dövlətlər. Xüsusilə də verilən variantlar içərisində Cənubi Afrika Respublikası sadallanan bu ehtiyatlarla yanaşı, həmçinin dəmir, manqan, xromit, almaz kimi ehtiyatlarla da zəngindir. Digər adları çəkilən ölkələr isə mineral ehtiyatlarla zəif təmin edilmiş dövlətlərdir. Qara metallurgiya sənayesinin əsas xammalları. Qara metallurgiya polad istehsalı prosesidir və bu metallurgiyada filiz olaraq xammal kimi dəmir, manqan, xromitdən istifadə edilir, yanacaq kimi də daş kömürdən istifadə edilir. Cavabımız əlbəttə ki, dəmir filizi, manqan və daş kömür. Əlavə olaraq xromiti də qeyd edə bilərik. Mən nəsə əlavə edirəmsə, siz də dəftərdə qeyd kimi əlavə edin. 44. Daş kömür ehtiyatının çox olmasına görə fərqlənən ölkələr. Bu artıq neçənci dəfədə qarşımıza çıxır. Rusiya, ABŞ, Çin xüsusilə fərqlənir. Xüsusilə də dünyada ABŞ bu ehtiyata görə birinci, illik hasılata görə Çin xüsusilə birinci yerdədir. Qaldı ki, qonur kömür ehtiyatına görə Almaniya birinci yerdədir. Daş kömürü həm də yadda saxlayın ki, Avstraliya, Carda, yəni fərqlənir Hindistanda bu arada. Enerji əhəmiyyətli, tükənməyən təbii ehtiyatlara biz bayaq alternativ energetika sahələrindən günəş enerjisi, qabarma, çəkilmə, külək və geotermal energetikanı qeyd etmişdik. Yanlış olanı bizdən istəyir, variantlara baxaq. Məsəl üçün, A variantında apatit bir rəqəmi ilə qeyri-filiz qrupundadır, doğrudur. B-də mərmər 2 rəqəmi ilə, o da qeyri-filizdədir, doğrudur. 3 rəqəm ilə qalay yazıb, qalay qeyri-filiz yazıb, amma qalay əlvan metaldır, yəni filizdir. Yanlış olan da budur. Amma 4 ilə 5, gördüyün kimi 4 ilə 5 filiz tərəfdə yazılıb, həqiqətən də mis əlvan metaldır, ağır əlvan metal. Dəmir də qara metallurgiyanın xammalıdır, yəni metaldır, filizdir. Yenə bənzər model, sxemi tamamlayaq bu səfər. Deməli, İran, Meksika, Küveyt, Rusiyanı birləşdirən ehtiyat nə ola bilər? Təbii ki, bunlar zəngin neft, təbii qaz ölkələrdir. Yaxşı, neft, təbii qazla bağlı 2 dənə variant qaldı, Y və A. Biz burada nə qeyd etməliyik? Ölkə adı yazmalıyıq. Fransa bu resursla zəngin deyil, A buna görə gedər, cavabın artıq Y qalar. Afrikada xüsusilə də Nigeriya bu resursla zəngindir, həmçinin OPEC-in də üzvüdür. Davam edirik. Sxemi yenə tamamlamaq tələb edilib. Deməli, Çin, ABŞ, Rusiya və Car zəngindir. Nə ilə? Daş kömürlə təbii ki. Daş kömürlə zəngin olan ölkələrdən biri də Avstraliya kimi A-da verilib, uyğunluq olsun deyənə. Şərtə uyğundur, bəli. Yadda saxlayaq bu ölkələri. Dəmir və neft. Gəlin görək ifadələr necə uyğunlaşacaq. Çətinlik çox çəkməyin deyənə, bura gəlin belə bir şey yazaq. Dəmir, neft. Bu birinci kəsişməsinə, üçüncü, neftə də ikinci yazaq. Nəysə. Böyük yataqları əsasən Kaynazo erasındadır. Təbii ki, bu neftə aiddir. Deməli, bir getdi bura. Dəmir isə hələ arxey proterozoa eralarına etibarən formalaşmış kütlə vulkan püskürəndə magma ilə birlikdə səthə qalxıb. Neft isə bitki qalıqlarının çürüməsindən formalaşdığına görə canlılar xüsusilə də kaynozoida olan çürüməsi daha böyük neft ehtiyatının yaranması imkan yaranmışdır. Çünki daha qədimdə hələ ən sadə orqanizmlər olduğuna görə onların qalıqların neftə çevrilməsi baş verməmişdir. Metallurgiya sənayesi üçün xam maldır. Bu isə dəmirə aiddir.
Tükənən bərpa olunmayan, bu hər ikisinə aiddir, kəsməyə aiddir. Çünki mineral ehtiyatdır. Biri yanar, digəri filiz. Yüksək istilik vermə qabiliyyətinə malik yanacaq resurslarına aiddir. 4-7 neftə 1.5 əmsaldır. Təkrar emal zamanı isə çəkisi azalır. Dəmir, metal, ümumiyyətlə metallar təkrar emala cəlb edilə bilir. Düzdür, bu zaman çəkidə müəyyən miqdarda itki baş verir. Neft kimi yanar faydalı qazıntılar yalnız bir dəfə istifadə etmə şansımız var. Yandırdın, qutardı, yəni onu təkrar istifadə edə bilmirsən. Cavabı seçərsiniz. Burada D variantı uyğun kimi görünür. 50. Qeyd götürün. Daha az istilik vermə qabiliyyəti istəyir. Mən bir hər bir yanacaq növlərinin istilik vermə qabiliyyətini qeyd edirəm. Burada bir kiçik izah verirəm, diqqət edin. Yanacaq növlərinin istilik vermə qabiliyyəti fərqlidir. Onları müqayisə üçün əvvəlcə şərti yanacaq vaidindən istifadə edilir. Bunun üçün də 1 kiloqram daş kömürü yanması zamanı ayrılan 7000 kilokalori vahid olaraq bir əmsal kimi şərti yanacaq vaidi kimi qəbul edilib. Digər yanacaq növü olan neft, onun istilik verməsi daha yüksəkdir, yəni 10500 kilokaloridir. Hansı ki, bu əmsal olaraq 1.5 edir. Torf isə daha azdır. İstilik vermə əmsalı cəmi 3500 kilokaloridir. Onu 7000-ə bölsən 0.5 əmsaldır. Təbii qazın istilik vermə qabiliyyəti yüksəkdir. Neftdən sonra ikinci yerdədir. 9800 kilokalori istilik verir. 7000-ə bölsəz bu 1.4 əmsaldır. Quru odunda bu göstərici azdır. Cəmi 2800 kilokalori. 7000-ə bölsəz bu rəqəm 0.4 əmsaldır. Yanar şistə isə bu rəqəm verilənlər içərisində minimaldır. Cəmi 2100 kilokalori istilik verir. Onu da 7000-ə bölsəz cəmi 0.3 əmsal edəcək. Verilən sualda daha az dediyinə görə biz müvafiq olaraq torf, quru odun, yanar şistin verildiyi 2-5-6 olan variantı seçəcəyik. Əksinə olardısa, daha yüksək istilik vermə qabiliyyəti olan, təbii ki, bu zaman neft, təbii qaz və şərti yanacaq olan daş kömür. Sualın şərtində istilik vermə əmsalının azalmasına görə düzdürsəydi, o zaman neft birinci gələr, təbii qaz, daş kömür, torf, quru odun, yanar şist. Verilənlərdən şərti yanacaq vaidi hansıdır? Mavi ilə qeyd edirəm. Şərti yanacaq 1 kiloqram daş kömürün yanmasından ayrılan 7000 kilokalori enerjiyə deyilir. Bunları qeyd götürün, lazım gələcək sizə. Davam edək biz. Biz artıq 50 dənə testi 37 dəqiqə yerləşdirdik. Yola davam. 51. Günəş enerjisindən istifadə imkanları daha böyük olan ərazilər müəyyən edin. Günəş energetikası bulutsuz, günəşli saatların çox olduğu tropik yeniliklərdə daha böyükdür. Adətən səhra, yarımsəhraların olduğu ərazini seçəcəksiniz. Verilən variantlar içərisində Afrikanın şimalı, Mərkəzi Asiya, Ərəbistan yarımadası səhralıqdır. Şimali Afrikada böyük səhra, Liviya səhrası, Nubiya səhrası, Mərkəzi Asiyada xüsusilə də Qara qum, qızıl qum kimi səhralar, Ərəbistan ilə başlayağı səhralıqdır. Rubel xali, böyük nəfud, kiçik nəfud səhraları yerləşir. 52. Filiz faydalı qazıntıları ilə zəngin olan ərazilər müəyyən edin. Filizlər, yadda saxlayın ki, qədim dağlarda, yaylalarda olur, hansı ki, platformaların sətə çıxdığı hissələrdə, kristali bünövrə sətə yaxın olan ərazilərdə. Deməli, Qərbi Sibir ovalıqdır, çökək ərazilərdə qalın çökmə suru olur, filiz yox, yanar faydalı qazıntı və qeyri-filiz olur. Yəni, neft-qaz xüsusilə də. Amazon ovalıqdır, ovalıqlarda çökmə suxur qalın olur, filizlər olmaz. Amma Ant dağları xüsusilə də mis ehtiyatına zəngindir. Böyük Çin düzəni çökək ərazidir, qalın çökmə suxuruna malikdir. Ural dağları xüsusilə də dəmir filizlə zəngindir. Braziliya ailəsi dəmir filizi, boksitlə zəngindir. Mesopotamiya ovalıqdır, xüsusilə də ovalıq çökək ərazisilərdir. Mesopotamiya zəngin neft-qaz ehtiyatına malikdir. 3, 5, 6 məntiq olaraq da rahat tapa biləcəyiniz sual idi. Biz geniş izah verməyə çalışdıq. Canlı meşə qurşağında ağac tədarükünə görə fərqlənən ölkələr. Burada xüsusilə də ölkə olaraq baxası olsaq, daha doğrusu fərqlənən regionlar deyir. Elə Amazon hövzəsi, Mərkəzi Afrika və Cənub-Şərqi Asiya regionu qeyd edə bilərsiniz.
Amazon hövzəsində xüsusilə Braziliya, Mərkəzi Afrikada Kongo, Kongo Demokratik Respublikası, Cənub-Şərqi Asiyada da Malaziya, Indoneziya kimi dövlətlər fərqlənir. Cənub meşə qurşağı yadda saxlayın ki, ekvatorial meşələridir. Afrikanın neft qaz hasilatına görə fərqlənən ölkələri. Bilirsiniz ki, şimal hissədə quruda Liviya, Cəzair, daha sonra Qvineya körfəzində xüsusilə Nigeriya fərqlənir. Avropada təbii qaz hasil edən ölkələr. Avropada xüsusilə Şimal dəniz hövzəsi neft qaz hövzəsidir və burada Norveç və Böyük Britaniya neft və təbii qaz, Niderland isə sadəcə təbii qaz ehtiyatının hasilatına görə daha çox seçilir. Dəmir filiz ehtiyatı və hasilatına görə fərqlənən ölkələr. A variantında Kanada, Avstraliya, Hindistan uyğun gəlsə də Türkmənistan pozur. B-də burada artıq Polşa, Latviya pozacaq. Liberiyanın dəmir filiz ehtiyatı var. Burada xüsusilə də Misir pozacaq. Deməli, yenə də burada xüsusilə də Çilini fərqləndirərdim. Amma cavab olaraq Y olacaq. Ümumi olaraq Rusiya, Çin, Braziliya, Avstraliya bu resurslarla fərqlənir. Həmçinin Hindistan da əlavə edə bilərik. Davam edək. Rusiyada Ural dağları, həmçinin Braziliyada Braziliya yaylası, Avstraliyada isə Qərbi Avstraliya yaylası bu resurslarla zəngindir. 57-də boksit hasilatı və ixracı ilə seçilən ölkələr. Boksit hasilatı dünyada xüsusilə də Avstraliyanın Cape York yarımadası, Hindistanda Dekan yaylası, Braziliya yaylası, həmçinin Gviyana yaylası, Yamayka adası daha çox seçilir. Burada ölkə dediyimizə görə Guyana, Surinam, Yamayka, Gvineya, bu tipli ölkələr qrupunu seçə bilərik. D doğru cavabımızdır. Mineral ehtiyatların mənimsənilmə potensialı böyük olan ölkələr. Yəni hansı ki, ərazicə böyük təbii ehtiyatlarla zəngin ölkələrdir. Belə bir böyük potensial sahib ölkələr C-də verilən sadəcə böyük nəhəng ölkələrdir. Daş kömürün əsas idxalçıları. İdxal alanlardır, deməli bu resurslarla zəif təmin edilib. Xüsusilə də biz bayaq da bildirdik. İnkişaf etmiş dövlətlər mineral ehtiyatlarla zəif təmin edib. Ona görə onlar bu ehtiyatları idxal edirlər. Cavab A variantı. Adam başına istehsal edilən müvafiq məhsullara görə fərqlənən dövlətləri müəyyən edin. A-da İran neft qeyd edib. İran neftlə zəngindir, amma əhalinin sayı 90 milyonu keçib. Ona görə də bu resursla belə deyək də adam başına görə təminata görə yüksək deyil. O yüzden A variantı yanlışdır. Qaldı ki, digər variantda verilənlərə baxsaq. B-də Kanada oduncaq ehtiyatından zəngindir və adam başına görə də əhali azlığına yaxşı təmin edib. Norveç həqiqətən də elektrik istehsalına görə birinci yerdədir. Avstraliyada boksitə görə liderdir, doğrudur. C-də Yaponiya. Yaponiya düzdür, avtomobil istehsalına görə dünyanın nəhəng ölkələrindəndir. Amma əhali çoxdur deyənə bir növ bu göstəriciyə görə Almaniyada məsəl üçün geri qalır. Səudi Ərəbistan bu arada neft ölkəsi olsa da, onlarda adam başına düşən neft ehtiyatı tutalım, Qətər kimi ölkələrdən geri qalır. Yaxud da Çin xüsusilə adamın diqqətini çəkir. Əhali çox olan ölkədə adam başına düşən göstərici yüksək ola bilməz. Taxıl, yəni Çində adam başına düşən göstərici əlbəttə ki, yüksək deyil. Braziliya, kartof, əhali sayı çoxdur, ona görə olmaz. Şərqi Avropa dövlətləri bu sahədə daha qabaqcıl olar. Polşa, Ukrayna və s. Davam edək. Danimarkada boksit yanlışdır. Ümumiyyətlə Danimarka bu ehtiyatla demək olar ki, təmin edilməyib. Və yaxud da ki, burada Hindistan görürsünüz. O da Çin kimi əhali sayına görə fərqlənir. O yüzden də adam başına düşən göstərici belə ölkələrdə yaxşı olmur. Belə yanaşmalarda əhalisinin sayı çox olan ölkələri adətən silərsiniz. Çünki onlar adam başına düşən göstəriciyə görə fərqlənə bilmir. Yəni, məsəl üçün Çin, Hindistan olan variantları birinci silməlisiniz. Xəritə sxemdə göstərilən ölkələrin malik olduqları müvafiq təbii ehtiyatlar. 1. Nigeriyadır. Nigeriyada neft ehtiyatına görə fərqlənir. İkinci gedir. 2. Kongo Demokratik Respublikasıdır. O, mərkəzi Misqur şahındadır. Bu, Zambiya dövləti ilə bu ikisi. Ona görə üçüncüyə getdi.
Qaldı ki, Çar bir çox mineral ehtiyata malikdir. Onlardan biri də daş kömürdür. Əlavə olaraq Çarda bilirsiniz ki, qızıl da var, dəmir, manqan, xorom da var. Yəni almaza qədər hər şey var. Cavabı taparsınız. Birinciyə ikinci, birə ikinci, ikinciyə üçüncü, üçüncüyə bir. Belə bir şey. Yenə bənzər model sualımız var. Əlcəzair verilən cavablardan deməli, təbii qaz ehtiyatına görə fərqlənir. Hətta Əlcəzairdən İspaniyaya, Əlcəzairdən İtaliyaya boru kəməri ilə təbii qaz Aral dənizinin altından nəql edilir, daşınır. 3 rəqəmi Zambiyadır. Afrikada Kongo Demokratik Respublikası Zambiya deyəcəksiniz ki, məhz mis ehtiyatına görə mis qurşağında yerləşir. Mis ikincidədir. Oy, bircə dəqiqə. 3-ə demə. Neysə. 2 rəqəmi ilə də deməli yoldaşlar. Burada Cardır. Car da bir çox mineral ehtiyatına malikdir. Onlardan biri də qızıldır. Dəmir, manqan, xorom, almaz, qızıl ehtiyatına zəngindir. Buna da birinci getdi. Bu arada Əlcəzairə diqqətsiz eləmişəm. Təbii qaz heç burada yoxdur. Qızıl birincidədir. Diqqətsiz eləmişəm. Neft olmalıdır. Üzərlə hesab edin. Əlcəzairə neft, neft təbii qaz hər ikisi uyğun gəlir. 1-ə 3-cü. Sonra ikinci Cardır. Cara qızıl, ikinciyə 1. Üçüncü Zambiyadır. Zambiyada mis ehtiyatıdır. Yorğunluqla əlaqədar üzrlə hesab edin yoldaşlar. Gecən bu saatında sizlərə çəkdiyim video zətdə dilim arada çaşır. Buna üzrlə hesab edin. Uyğunluğu müəyyən edin. Skandinaviya yarımadasına verilənlərdən baxaq görək dəmir varmı? 2 də verilib. Doğrudur. Xüsusilə də İsveç bu yarımada dəmir ehtiyatına zəngin olan ölkədir. Ərəbistan yarımadası neft-qaz ölkələrinin olduğu ərazidir. Həm ovalıq hissədə, həm də İran körfəzinin şərq zonası bu ehtiyatla zəngindir. Apalaş dağları ABŞ-ın ən böyük daş kömür hövzəsidir. Deməli, birinci bura gedir. Malakka yarımadası Cənub-Şərqi Asiyadadır. Qalay Wolfram ehtiyatına zəngindir. Deməli, 4-cü də bura getdi. 2, 3, 1, 4 olan C doğrudur. Qərbi Sibir ovalığı neft-qaz hövzəsinə zəngindir. Rusiyanın ən böyük neft-qaz hövzələri buradadır. Orta Sibir isə daş kömür ehtiyatından zəngindir. Hindçin yarımadası xüsusilə də Qalay Wolfram ehtiyatının olduğu Cənub-Şərqi Asiya regionudur. Anadolu Türkiyə ərazisi isə xromit ehtiyatına görə dünyada liderdir. 3, 1, 2, 4 D doğrudur. Müvafiq olaraq qalay, Cənub-Şərqi Asiyada misal üçün deyək ki, Malayziya, Tayland, İndoneziya və boksit. Boksit də bir çox yerdədir. Avstraliya, Cape York yarımadası, Qvineya dövləti Afrikanın qərbində, Guyana, Surinam, Yamayka, Venezuela, Braziliya kimi ölkələr. A doğrudur. Malayziya qalaya, boksitdə isə Qvineya uyğun gəlir. Müvafiq olaraq dəmir filizi və mis ehtiyatına görə. Dəmir filizi bir çox yerdədir. Bunlardan biri də Braziliyadır. Braziliyada Braziliya yaylası. Mis isə Ant dağlarındakı Peru və Çili. Burada da Çilini götürə bilərik. Dəmir filizi başqa harda var? Avstraliyanın qərbində Qərbi Asiya yaylası, Hindistanda Dekan yaylası, Rusiyada Ural dağları, Kanadada Labrador yarımadası, Braziliyada Braziliya yaylası. Mis isə xüsusilə də Ant dağlarında Peru, Çili, Mərkəzi Afrikada Zambiya ilə Kongo Demokratik Respublikası xüsusi seçilir. Tez-tez təkrarladıqca qoy möhkəmlənsin, elə dərsi bu video zətdə öyrənin. Verilmiş yanacaq növlərindən əldə olunan istiliyin miqdarını müqayisə edin. Bayaq mən sizə qeydlər yazdırdım. Onları əsasən tapaq. Daş kömürün əmsalı nədir? 1. Bu 1-i vurursan nəyə? 0.9 tona. Elədir? 0.9 əmsal. Neftin əmsalı nə idi? 1.5. 1.5-i vurursan 0.7-yə. Bu da 1,5 əmsal edir. Yanar şistə əmsal nə qədərdir? 0.3. Bunu da 3'ə vuranda 0.9 edir. Gördüyün kimi daş kömürdən yanar şist bərabərdir, amma neft onlardan böyükdür.
Deməli, daş kömür yanaşız bərabərdir, neft onlardan böyükdür. Latın Amerikasında geniş yayılmış filiz xammalları. Amerikada Kanada, ABŞ istisna yerdə qalan Latın Amerika regionudur. Burada xüsusilə də filiz xammalı kimi biz Braziliya əyaləsində dəmir, Ant qurşağında mis, həmçinin Braziliya əyalesi, Gviana əyalesi, Yamaykada boksit ehtiyatını görürük. A doğrudur. Təbii sərvətlərin aid olduqları müvafiq ölkələr. Almaz carda mövcud olsa da Türkiyədə neft olmadığına görə pozuldu. Neft Norveçdə Şimal dənizində var. Xromit isə Türkiyə daha çox fərqlənir, getdi. Dəmir filizi Türkmənistan pozacaq. Boksit Yamayka ödəyir, daş kömür car ödəyir, qalay Malaziya ödəyir, doğrudur. Yerdə deməli mis Çili ödədi, neft İspaniya pozacaq, dəmir filizi Malaziya pozacaq. Daha az günəş enerjisi potensialına malik olan ölkələr. Bunun əlbəttə ki, qütbə daha yaxın olanı götürəcəksən, potensialı az olan. Günəş enerjisi tropiklərə yaxın olan ölkələrdə potensial çox, qütbə yaxın olan ərazilərdə az olur. Daha şimaldakini götürdüm. 71. Asiyanın neft və qalay ehtiyatlarına görə fərqlənən müvafiq regionları. Neft, bu İran körfəzi, bu da Cənub-Qərbi Asiyada bizim olduğumuz region hesab edilir. Qalay isə Cənub-Şərqi Asiyada, bu Tayland, Malazya, Indoneziya, Hindçin yarımadası. Dünya təbii qaz ehtiyatlarının daha çox olduğu ölkələr. Təbii qaz ehtiyatlarına görə verilən A variantı doğrudur. Rusiya, İran. Yadda saxlayın və qeyd götürün. Təbii qaza görə həmçinin Qətər testlərdə düşəndə götürün. Yaxud da ki, Afrikada Əlcəzair. Qısa yazacağım, siz də qeydinizi aparın. Türkmənistan. Sonra Avstraliya, Niderland, elə Norveçdə Şimal dənizi ehtiyatına görə deyə bilərik. Azərbaycan da neft qaz ölkəsidir. Bu verilən təsvirdə bir qızıldır. Qızıl da A'dakı Alyaska tərəfdədir. 2 neftdir, xüsusilə də Texas ştat tərəf, bu Meksika körfəzi tərəf B. 3 daş kömür ehtiyatı, xüsusilə də ABŞ-da ən böyük daş kömür ehtiyatı Apalaşdadır. C getdi bura. 4 alüminiumun oksidi olan alüminium şərti işarəsi də elə boksitin şərti işarəsi də belədir. D-yə uyğun gəlir, Yamayka adası. A, B, C, D şərtə uyğun olan cavabdır. C. 74. Biyoyanacaqlara aid olan xüsusiyyətlər. Biyoyanacaqlar maye və qaz halında olur, yanlışdır. Yalnız dediyinə görə diqqətli olun, xətalı olur. Eyni zamanda bərk formasında da olur. Yəni, məsəl üçün, elə torfdan əldə edilən qranul, oduncaq özü, elə oduncaq ən qədim biyoyanacaq növüdür bu arada, bərk formadır. Və yaxud da ki, peyinin qurumuş forması olan təzək, ucqar kəndlərdə hətta evdən qızdırılmasında belə istifadə edilir. Sonra, bir yanlışdır. Yalnız maye qaz yox, həm də bərk formada da olur. 2. Torfdan alınan qranuldan Avropa ölkələrində mənzillərin qızdırılmasına istifadə olunur. Tamamilə doğrudur, bəli, belədir. Hətta Çində də biz qranul istehsalının fərqləndiyini qeyd edə bilərik. Alternativ enerji mənbəyi olub bərpa olunan ehtiyatlardır. Doğrudur, çünki burada istifadə edilən resurslar bioloji ehtiyatlardır, onlar da bərpa edilən ehtiyatlardır. Ətraf mühiti daha çox çirkləndirir, yanlışdır. Biyoyanacaq ekolojiyyətdən təmizdir, ona görə səhvdir. Hal-hazırda biyoqazdan inkişaf etməkdə olan ölkələr geniş istifadə edir, yanlışdır. Müasir texnologiya hesabı inkişaf etmiş ölkələr daha çox istifadə edir. Xətalıdır bu, inkişaf etmiş ölkə olmalıdır. 6 doğrudur. Oduncaq ən qədim biyoyanacaq növü hesab edilir, bəli. Beləliklə cavab oldu 2, 3, 6, buna uyğun da Y variantı. 75. Biyoyanacaqlara aid olmayan xüsusiyyətlər istəyir. Biyoyanacaqlar ənəvi yanacaqlara nisbətən daha ucuz başa gəlir. Bu doğrudur, amma mən yanlış axtarmalıyam. Ənəvi yanacaqlar nədir? Məsəl üçün, bura İS-lər, AS-ləri, məsəl üçün SES-ləri qeyd edə bilərik.
Onlarda əldə edilən enerji, xüsusilə də AES-lər məsəl üçün olduqca baha başa gəlir. AES-lərdə də yanacaq yandırdığımıza görə baha başa gəlir. Həm də ətraf mühit daha çox çirklənməyə məruz qalır. 2. Bioqaz istehsalı üçün ən yararlı xammal bioloji tullantılardır. Bəli, qida tullantıları elə bioyanacaq üçün əsas istifadə olunan yararlı xammaldır. Onlar xüsusilə də yerdə qazılan quyulara doldurulur. Xüsusi qurğular vasitəsilə onlardan əldə edilən qazlar bioyanacağa çevrilir. Yəni onlar çürümə baş verdikcə onlardan müasir qurğular vasitəsilə bioqaz əldə edilir. Tükənməyən ənənəvi enerji mənbəyidir. Bioyanacaq biz dedik ki, ənənəvi yox, müasir enerji sahəsi hesab edilir. Yanlışlıq buradadır və qeyd edək. Burada diqqətli olaq. 2 deməli doğru ifadədir, amma yanlış axtarıram. 3-dür burada xətalı olan. 4. Əsas xammal neft qaz ehtiyatları da yanlışdır. Bu AES-lər üçün keçərlidir. Bioyanacağın əsas xammalı isə 2-də yazılmışdı ki, bioloji tullantılarda qida tullantıları. 5. Bioqazdan ən çox istifadə edən ölkə bəli, Danimarkadır, doğrudur. Avropa dövlətləri, xüsusilə də Danimarka. 6. Avropa ölkələri yanacağı daha çox qarğıdaldan əldə edir. Bu yanlışdır. Bioyanacaq mövzusuna oxşar görərsiniz ki, raps adlanan bitkidən istifadə edirlər. O yüzden yanlış olduğuna görə götürəcəksən. 3, 4, 6. B variantı bu testin cavabıdır. 76. Cədvələ əsasən düzgün sıraları müəyyən edin. Ehtiyatı miqdarı illik hasilat çatacağı ili təyin etmək lazımdır. Birinci sıra ilə davam edək. Biz burada çatacağı ili tapmaq üçün illik ehtiyatı böləcəm. Daha doğrusu ümumi ehtiyatı illik hasilata böləcəm. Burada nəyə diqqət edirəm? İllik ehtiyat milyardlandır, illik hasilat milyonlandır. Bunun üçün hər ikisini eyni vahidə gətirməliyəm. 114'ü 1000'ə vuracam və böləcəm 3000'ə. O zaman 114 vurulsun 1000. 1000'ə ona görə vurdum ki, milyard milyonu çevirsin. Bu da 114.000 milyon olacaq. İfadə təxminən belə səsləndi. 3000'ə böləcəm. Bu sıfırlar getdi. Nə qaldı? Gəl silim rahat olsun. 114'ü bölürəm 3'ə. 114'ü 3'ə böləndə edir 38. Всё. Gəl bunu tapdıq. İndi birinci oldu 38. 38 ilə başlayan variantları saxla, biraz rahat olsun. Davam edirik. İkincidə 76 milyard ehtiyatın miqdarı bəllidir. Təmin olunduğu il bəllidir. İllik hasilatın neçə milyon olduğunu tapmaq istəyiriksə, biz 76 milyardı əvvəl 1000'ə vurmalıyıq, milyona çevirək. Sonra 190'a bölək. Təmin olunduğu neçə ilə çatdığını bilirik onsuz da. O zaman 76'nı 1000'ə vurdum. Böldüm neçəyə? 190'a. Buradan bu sıfırlar getdi. 7619'a. 76'nı 19'a böləndə 4 qaldı. 4'ün yanında 2'dən 0. Bu da elədi 400. Всё. Burada tapdım ki 400. Cavab artıq bəllidir. Burada 400 olacaq. 38, 400. Son olaraq da yerdə nə qaldı? 40. Cavabımız D elədi. Burada gördüyün kimi 3-cü sətirdə bizə illik hasilat milyon olaraq 100 milyon olduğu bəllidir. Təmin olunduğu ildə bəllidir. Ehtiyatı tapmaq üçün də bunları vurmalıyıq. Amma diqqətli ol, milyardla ifadə etdiyimizə görə də 1000'ə böləcəksən. O zaman 100 vurulsun 400. 100 milyondur deyənə biz cavabı milyarda çevirməliyik. Milyarda çevirmək üçün də milyonu 1000'ə bölməlisən. Gəl sıfırlardan 3 tanesini silək. Onu 4'ə vuranda nə oldu? 40. Həqiqətən də cavabı düz tapmışıq. Cavab elə 40 elədi. İndi o birisinə baxaq. Təbii ehtiyatlarla təminat səviyyəsinə diqqət edirik. Müqayisə aparmalıyıq. Ümumi ehtiyatla illik hasilat bəllidirsə, təmin olunma tapmaq üçün ümumi ehtiyatı illik hasilata bölməliyik. Bunun üçün də xüsusilə də nəyə diqqət edəcəm? Milyardla verildiyinə görə daş kömürü tapanda birinci onu digərləri kimi milyona çevirməliyəm. Deməli, ilk öncə daş kömürün təmin olunmasını tapmalıyam. 1.6 milyardı ilk öncə 1000'ə vurub milyonla ifadə edəcəm.
və bölürəm 64 milyona. Bu da eləyir 1600 bölünsün 64, yəni 25. Deməli 25 illik təmin olunma var burada. Gəlin eyni gedişatı digər göstəricilər üçün də tapaq. Boksitdə necədir bu rəqəm? 360 artıq milyondur, yəni onu 1000-ə vurmağa ehtiyac yoxdur. Bölürəm 12 milyona. Burada gördüyünüz kimi 30 il. Burada 30 illik bir təminat var. Boksit daha uzun müddətli təmin olunub. Mis üçün bu göstərici necədir? Gəlin baxaq. 165-i böləcəm nəyə? 5,5-ə. Burada da bir dəqiqə böləndə 5,5-ə böləndə yenə 30 eləyəcək. Mis də 30 illik təmin olunub. Gördüyünüz kimi müvafiq olaraq verilənlərdən boksitlə mis eynidir. Daş kömür isə ən azdır. Gəlin baxaq görək harda var belə bir şey. Boksitlə mis eyni olsun, daş kömürdən də böyük olsun. Y variantı doğru cavabımızdır. Artıq 1 saatdan artıq oldu. Biz isə yolumuza davam edək. 78. Verilən əlamətlərə müvafiq gələn ölkələr. 1. Əsasən oduncağın tədarükü. Bu, meşə qurşağında yerləşən, amma emal sənayesi zəif olan ölkədir. İkincidə, deməli, əsasən oduncağı emal edən. Bu isə inkişaf etmiş ölkə, emal sənayesi güclü olan ölkədir. Üçüncüdə isə həm oduncağın tədarükü, yəni meşə qurşağında yerləşir, öz ərazində meşə ehtiyatları var. Onları kəsib oduncağa çevirə bilir. Həm də emal sənayesinə sahibdir, yəni güclü sənayesi var. Özü də onu emal edib hazır məhsula çevirir. Şimal meşə qurşağındakı dövlətlər elə üçüncüyə uyğun gələcək. Verilən suala uyğun olaraq cavab kimi biz Y variantını seçə bilərik. Belə ki, Kongo, Tanzaniya, Cənub meşə qurşağında yerləşən ölkələr. Onlarda meşə materialları geniş yayılıb və ona görə də meşənin oduncaq olaraq tədarik edilməsini görmək mümkündür. Yaponiya, İtaliya və digər inkişaf etmiş ölkələrin emal sənayesi yüksək inkişaf edib, idxal xamla əsasında məhz bu tip ölkələr, inkişaf etmiş ölkələr oduncağın emalı ilə fərqlənir. Kanada, İsveç, həmçinin Rusiya kimi dövlətlər isə söhbət şimal meşə qurşağından gedir. Onlar isə meşə qurşağında yerləşən ölkələr olduğuna görə onlarda həm meşə tədarükü var, öz meşələrini kəsib oduncaq kimi tədarik edəcək. Həm də emal sənayesinə sahibdir, yəni hazır məhsula çevirə biləcək. Mebel və sair məhsul istehsalına görə bu dövlətlər seçilir. Xəritə sxeması əsasən su ehtiyatları, günəş enerjisi, aqroiqlim, torpaq və meşə ehtiyatları yaxşı təmin edən ölkələr. Su ehtiyatları ilə xüsusilə də biz Braziliyanı deyə bilərik, yəni 5. 5 ilə başlayan variantlara baxacağam. 2 variant arasında qalıram. Ekvatorial ərazilər bu arada nəyə görə su ehtiyatı ilə yaxşı təmin edib? Hər gün leysan yağışlar yağır və böyük miqdarda şirin su ehtiyatına sahib olur bu dövlət. Davam edək. Günəş enerjisi tropikdə yerləşən ölkələrdir. Bunlardan biz 4 rəqəmini götürə bilərik. Əlcəzair misal üçün. Cavab artıq Y variantı olduğu bəlli oldu. Həqiqətən də 6 rəqəmi Hindistan ərazisidir. Aqroiqlimlə zəngindir. Subekvatorial ərazidir. İl boyu ərazisi 20 dərəcədən yuxarı temperatura malik olduğuna görə əkinçiliyə, ərazi aqroiqlim ehtiyatına il boyu zəngindir. Sonra 2 rəqəmi torpaq ehtiyatına qeyd edilib. Xüsusilə də Avstraliya sahəsi böyük, əhalisi əraziyə görə az olduğuna görə adam başına düşən torpaq ehtiyatına yaxşı təmin edən ölkədir. Son olaraq meşə ehtiyatı kimi qeyd edilən ifadəyə biz gəlin baxaq 7 rəqəmi qeyd edib. Rusiya həqiqətən də şimal meşə qurşağında yerləşən böyük dövlətdir. Ona görə də bu ehtiyatla yaxşı təmin edilmişdir deyə bilərik. 80-ə baxaq. Cədvələ əsasən düzgün sıraları müəyyən edək. Mineral ehtiyat olaraq neft, ixracatçı ölkələr Rusiya, Nigeriya doğrudur. Neft ehtiyatı zəngindir və ixracıdır. İdxalçı ölkələrdə Polşa, Fransa doğrudur. Bir olmayan variantları da silməyə çalışın. Təbii qaz, Yaponiya, ABŞ bunlar olmaz. Düzdür, ABŞ ehtiyatla zəngindir və illik hasılında çünki dünyada lider, amma daxili tələbat böyüklüyünü onu ixrac etməz, idxal edər. Həmçinin Əlcəzair, İran isə
təbii qazı ixrac edir, ixal yox. Daş kömür ehtiyatına görə Car ABŞ, bəli, açıq üstündən çıxarılır, ucuz başa gəlir və ixracına görə dünyada fərqlənir. İtaliya, Danimarkada bu resurslarla zəif təmin edib ixal edir, doğrudur. Dəmir fez Avstraliya, Kanada, bəli, doğrudur. Qərbi Avstraliya və yaxud da ki, Labrador yarımadası Kanadada bu ehtiyatla zəngindir. Niderland, Yaponiya kimi Qərbi Avropa dövlətləri isə bu resurslarla zəif təmin edib və ixal edir. Boksit ehtiyatına görə Avstraliya və Rusiya olar. Amma Surinam özü boksiti ixrac edən ölkədir, ixal edən deyil. O yüzden də yanlışlıq var. Cavabı artıq bəllidir. 1, 3, 4 olan A variantı olur. Cədvələ əsasən düzgün sıranı istəyir. Dəmir filizi bu səfər ixalçını əvvəl yazıb. Almanya, İtaliya həqiqətən də ixal edir, alır. Amma Bolqarıstan və Belçika ixracatçı ölkə deyil. O yüzden də bu hissəsi yanlışdır. Düzgün hissədiyinə görə 1 olmaz. Daş kömürü Yaponiya, Braziliya alır. Braziliya xüsusilə də filiz ehtiyatından zəngindir. Filizi ixrac etsə də yadda saxlayın ki, yanar faydalı qazıntılar, neft, təbii qaz, daş kömürü nə edəcək? İdxal edəcək. Avstraliya carı isə həqiqətən də ixrac edəcək. Doğrudur ki. Neft. İran nefti idxal etməz, ixrac edər. O yüzden də 3 də yanlışdır. Səudi Ərəbistan, ABŞ. ABŞ xüsusilə də ehtiyatla zəngin olsa da ixrac etməz. Sadəcə 2 uyğun gəldi. Deməli, təbii qaza görə Türkiyə, İtaliya deməli idxal edir, doğrudur. Rusiya Cəzairdə ixrac edir. Bura idxal idi, bu tərəfdə ixrac idi, unutmayın. Bu doğrudur. Boksit ehtiyatına görə Norveç, Kanada idxal edir yazıb. Həqiqətən bu ölkələr bu ehtiyatla zəif təmin edib idxal edir. Onlarda alüminium istehsalı var. Necə? İdxal xammal əsasında. Avstraliya, Qvineya, Guyana, Surinam, Yamaykada ixracatçılardır. O yüzden doğrudur. Cavab burada 2, 4, 5 Y olacaq. 82-də verilən şərti işarələrdə birinci xrommitdir, ikinci təbii qazdır, üçüncü isə mis ehtiyatıdır. Mis təbii qaz və xromit ehtiyatı olan variantı seçməliyəm. Üzr istəyirəm. Xromit, təbii qaz və mis. Xromitə görə dünyada lider Türkiyədir. Təbii qaz ixracatına görə, hasilatına görə Rusiya fərqlənir. Mis ehtiyatına görə də Çili dünyada fərqlənir. A doğrudur. Verilənlərdə neft, xüsusilə də deyəcəksiniz ki, burada 2 rəqəmlə uyğun gəlir. Yəni Nigeriya, həmçinin Əlcəzair, Liviyada ola bilərdir. Mis ehtiyatı Mərkəzi Afrikada, Kongo Demokratik Respublikası və Zambiyadır. Burada 5 rəqəm uyğun gəlir. Qızıla görə xüsusilə də daha doğrusu Car. Yəni 3 uyğun gəlir. Car həm qızıl, həm dəmir, manqan, xrom, almaz ehtiyatına görə də fərqlənir. 2, 5, 3 olan A doğrudur. Fosforit ehtiyatına görə xüsusilə də Atlas dağında Mərakeş, yadda saxlayın ki, dünyada liderdir. ABŞ-da Florida, həmçinin Şərqi Avropa və Çində seçilir. Boksit ehtiyatına görə yadda saxlayın ki, Afrikanın qərbindəki Qvineya dövləti. Bundan əlavə daş kömürə görə xüsusilə də 6 rəqəmi, yəni Car. Car, daş kömür, dəmir filizi, manqan, xrom, almaza görə və qızıla görə fərqlənir. Tautona qızıl mədəni Cardadır, Superpit qızıl mədəni Avstraliyadadır. Chuquicamata mis mədəni isə Çilidədir. Bunları da tanısanız yaxşıdır. 4, 3, 6 bu testin cavabıdır. %85. Sxemi tamamlayın. Mineral sərvətlər təqdim edilib. Əvvəlcə sağ tərəfdə filiz olduğunu görürük. Sol tərəfdə daş kömür. Daş kömür hansı faydalı qazıntıdır? Yanar faydalı qazıntı. Ona görə də bir nə olacaq? Yanacaq. Yanacaq olmayan variantlardan D-ni silirəm, Y-ni silirəm. Davam edirik. 2 rəqəmi ilə Nigeriyada hansı yanacaq faydalı qazıntı var? Neft olacaq. Tutalım, zaten bizim misal üçün də variant olaraq B'də torf görürük. Buna görə yanlışdır. 2 neft olmalıdır. A, C qalır. 3 rəqəmi Braziliyada hansı filiz ehtiyatı var? Deyəcəksən ki, dəmir. 2-yə nə dedik? Neft dedik.
Sonra dəmir olan variantı saxlayırsan. Misal üçün A-da 3 rəqəminə qala yazıb A-da getdi. Cavabımız C-dir. 4 rəqəmi ilə də misal üçün biz ölkə adı deməliyik. Daş kömürlə zəngin olan, həqiqətən də Avstraliya buna uyğun ölkələrdəndir. Avstraliya daş kömür ehtiyatına malikdir. Daha doğrusu Rusiya. Mən burada qarışdırdım. Gəlin C variantını tam düzgün yazaq. Rusiya. Rusiya, bəli, daş kömür ehtiyatına zəngindir, doğrudur. Bu arada Avstraliyada ola bilərdi. Sonra boksit ehtiyatına zəngin olan ölkə kimi də 5-də nə yazıb? Avstraliya. Qeyd edək. Avstraliya həqiqətən də dünyada hətta KPR yarımadası boksit ehtiyatına görə liderdir. C tam yerinə oturur. Davam edək. 86. Xəritə sxemdə verilən 1 və 2 ölkənin oxşar, 1 ilə 2 ölkənin adlarının birinci tapım isə Venezueladır 1, 2 də İrandır. 3 isə bilirsiniz də Avstraliya. Ki 1 ilə 2-nin oxşar, 3-ün onlardan fərqli cəhəti. A variantı. Kəşf olunmuş neft ehtiyatının fərqlənir. Həqiqətən də Venezuela ilə İran kəşf edilmiş neft ehtiyatına görə oxşardır. Neft ikisində də var. Avstraliya isə daş kömür ehtiyatına görə qabaqcıl ölkələrdəndir. Elə doğrudur. Avstraliyada daş kömürün zəngin olmasına görə bu iki ölkədən fərqlənir. Davam edək. Rahat cavab çıxdı. 87. Xəritə sxemi əsasən A ölkəsi. Gəlin A-nın hansı ölkə olduğuna baxaq. Türkmənistandır. A ölkəsi ilə eyni təbii ehtiyat növünə malik olan ölkələr. Türkmənistan xüsusilə də yadda saxlayın ki, təbii qaz ehtiyatına zəngindir. Verilən ölkələr qrupunda xüsusilə də təbii qaza görə dünyada, hətta ehtiyatın həcminə görə fərqlənirlər. ABŞ illik hasilatı görə dünyada birinci yerdədir. Düzdür, daxili tələbat böyüklüyünə bunu ixrac etməyəcək. Sonra elə Liviyanın özündə demək olar. Təbii qaz ehtiyatına görə Liviyadan daha çox Əlcəzair fərqlənir, onu demədim. Avstraliyadan deməli o qədər fərqlənmir, əslində təbii qaz var. Rusiya xüsusilə də seçilir. Yoldaşlar, 87-də doğru cavab kimi 1, 3, 6 təqdim edilib. Amma ümumiyyətlə bu testdə xəta var. 4 rəqəmi İrlandiyadır. İrlandiya istisna olmaqla sualın şərtinə diqqət edin. Eyni təbii ehtiyat növünə malik olan, yəni təbii qaz ehtiyatına, qazı da bu arada hərf xətasını eləmişik, düzəldək. Təbii qaz ehtiyatına sahib olan ölkələri seçməliyik. Təbii ki, ABŞ-ın var. Liviya düzdür, o qədər ehtiyatla zəngin deyil, amma Əlcəzair Liviya neft qaz ölkəsidir. Deməli 3-də də var. Həmçinin bu arada 2 rəqəmi ilə Avstraliyada da təbii qaz ehtiyatı var. Çində də və Rusiyada da var. Yəni tövsiyə olunan odur ki, ölkələr belə ölkələr yox. Yəni məsəl üçün 5-in əvəzinə sən bunu 5-i qoy Yaponiyaya. Burada qoyma. Çünki Çin böyük ölkədir, o müxtəlif təbii ehtiyatlarla malikdir. Və yaxud da ki, məsəl üçün 3-ü bura qoyma, 3-ü qoy, məsəl üçün biraz daha cənubi hansısa bir Afrika ölkəsi olaraq tutalım. Kongo Demokratik Respublikasına, məsəl üçün buralara qoy. Yəni bu tip bir kiçik dəyişiklik, 2-ni bura qoyma, məsəl üçün 2-ni qoy Madagaskar, yaxud da ki Braziliyaya. Yəni belə bir dəyişiklik edilərsə, sual şərtə uyğun olaraq 1, 3, 6 götürə bilərdik. Amma buradakı rəqəmlər xoş olmadı, o yüzden də keçək 88-ə. 87-ni ulduzlayıram. Bir də qaydaq ulduzlayaq. Yəni bu düzəliş edilməlidir. Olur belə xətalar. Biz davam edək. Venezuelanın Nigeriya ilə oxşar, hər ikisi zəngin neft ehtiyatına sahibdir. Və bir də fərqli xüsusiyyətlər, gəlin baxaq görək nədir. Kəşf edilmiş təbii qaz ehtiyatları var. Ümumiyyətlə, neftlə təbii qazın coğrafiyası yadda saxlayın ki, oxşardır. Yəni neftdə olan ölkələrin az-çox təbii qazda olur. Yəni kəşf edilmiş təbii qazı var, bəli. Bunu oxşara qeyd edək, gəlin oxşar tərəfdə 1. Atlantik okeanına aid dənizə çıxışı var. Demir, Atlantik okeanı çıxışı var. Dəniz sözü var. Dəniz dediyinə görə bu Karib dənizə çıxışı olan Venezuela aid. Nigeriya isə körfəz ölkəsidir. Körfəz. Ona görə fərqliyə qeyd edirəm. Sonra
Eyni okean sahilinə çıxışları var. Bəli, Venezuelanın da Atlantika, Nigeriyanın da Atlantika çıxışı var. 3 oxşar. Əhalinin təbii artımı nisbətən aşağıdır. Əslində bu tip ölkələrdə əhalinin təbii artımı yüksəkdir, amma müqayisə etsək Nigeriyada yüksək, Latin Amerika ölkəsi olan Venezuelada qismən onunla müqayisədə azdır. Nəysə, bunu fərqli kimi qeyd elədik. Deməli, nisbətən aşağıdır. Xammal ixracatçılar inkişaf etməkdə olan ölkənin əksəriyyətində səciyyəvidir bu ifadə. Bəli, xammal ixracatçılardır, ortaqdır. Xüsusilə də neft xammalının ixracı ilə məşğuldur və ya kənd təsərrüfatı məhsullarının xammal kimi ixracı ilə məşğuldur. Ərazisində dünyanın ən böyük laqun gölü var. Ən böyük laqun Maracaibo gölüdür. Bu da Venezueladadır. Fərqli ifadədir. Belə bir cavab seçəcəksiniz. Davam edək. 89. Afrika materikində faydalı qazıntıların yerləşmə xüsusiyyətləri. Şərqində zəngin qalay, belə bir ifadə deməmişik. Şimal hissədə çökmə süxurlarla bağlı neft, qaz, fosfor yataqları var. Doğrudur, fosfor xüsusilə də Atlas dağında, xüsusilə də neft, qaz Liviya Cəzairirdədir. Cənubi Afrikada qızıl, daş kömür, dəmir, manqan, xrom, almaz ehtiyatları var. Söhbət cardan gedir, doğrudur. Materikin əsasını geosignal quşaq təşkil etdiyi üçün əsası geosignal quşaq platformadır, yanlış gedir. Sonra mərkəzindən cənuba doğru mis quşağı yerləşir, doğrudur. Kongo Demokratik Respublika və Zambiyada biz görürük. Açıq testi cavab edə 205-dir. 90. Afrika materikində faydalı qazıntıların yerləşmə xüsusiyyətlərini seçirik. Şimali Afrika və Qvineya körfəzi neft, qaz ehtiyatlarla zəngindir. Bəli, tamamilə haqlıdır, doğrudur. Mərakeşdə fosforit ehtiyatı var, bu da doğrudur. Dünyanın ən böyük fosforit ehtiyatı buradadır, Atlas dağında. Fosforit yadda saxlayın, həmçinin Floridada, Şərqi Avropa və Çində də zəngindir. Fosforit apotit qeyri-filiz faydalı qazıntıdır. Şərqində zəngin qalay. Qalaydan Afrikada danışmamışıq. Qalay Wolfram ehtiyatı yadda saxlayın ki, Cənub-Şərqi Asiyada Tayland, Malazya, İndoneziyadır. Şimali Afrika daş kömür deməmişik. Daş kömür cənubda cardadır və boksitdən də danışanda Qvineya dövlətini deyə bilərsən Afrikada. Cənubi Afrika daş kömürlə dəmir, filiz, manqan, xrom, qızıl, almaz ehtiyatına zəngindir. Hər dəfə cardakı ehtiyatları sadalayıram ki, yadda qalsın, əzbərləyin. 91. Qərbi Avropada mineral ehtiyatlarının tükənməsi ilə əlaqədar olaraq xammalla təminat probleminin əsas həlli yolları. Bunun üçün müasir texnologiya olan az tullantılı və tullansız texnologiyanın tətbiqidir. Qeyri-ənənəvi enerji mənbələrindən istifadəni genişləndirmək, külək, günəş, qabarma, çəkilmə, hansı ki onların istifadəsi üçün yanacaq yandırmağa ehtiyac yoxdur. Sonra filiz ehtiyatı genişləndirmək. Az öncə dedik ki, tükənib, necə istifadə etsən, yoxdur. Mineral ehtiyatlardan eninə zəngin ehtiyata sahib olan ölkələrdədir. Avstraliya məsəl üçün onda ola bilər. Burada yoxdur axı. Mineral ehtiyatı, amma tam imtina etmə də həll variantı deyil. Biz alternativləri axtarmalıyıq. Başqa da altıdakı ifadə olar. Sənaye və məişət tullantıların istifadənin genişləndirilməsi, tullantıdan təkrar emala cəlb edilməsi də həll yoludur. Cavab 1-2-6. Az tullantılı və ya tullantısız texnologiya tullantıdan təkrar emala cəlb edilməsi kimi həll yolları var. Xəritə sxeması əsasən dəmir filiz hasilatına görə fərqlənən ölkələr. Bax, Avstraliya xüsusilə ilə rəqəmi yazıldığı Qərbi Avstraliya. Eyni zamanda 6 rəqəmi yazıldığı Ural dağları, 5 rəqəmi yazıldığı deməli Braziliya yaylası. Bax, bunlar. Həmçinin xüsusilə də Hindistanda Dekan yaylası, Kanadada Labrador yarımadası dəmir filizi ehtiyatına zəngindir. Çində, Qazaxıstanda, Ukraynada dəmir filizinə sahib ölkələrdəndir və yadda saxlayın. Cavabı da tapaq. 1, 5, 6. Əlvan metal hasilatına görə fərqlənən ölkələr. Yadda saxlayın ki, metallar içərisində dəmir, manqan və xrom qeyd edin. Bunlar polad istehsalında istifadə edən qara metallurgiya sənayesinin xammalıdır. Yerdə qalan digər metallar əlvan metallurgiya sənayesinin xammalına təmin edir.
Verilən bu cavablar içərisində sahəsi çox böyük olan, misal üçün Avstraliya, eyni zamanda ABŞ və bunlar əlvan metal ehtiyatına görə fərqlənir. Sonra Konqo Demokratik Respublikası mis ehtiyatına sahibdir. Mis də əlvan metaldır. Cavab oldu nə? 1, 4, 6. Xəritə sxemdə adam başına daha az meşə sahəsi düşən ölkələr. Deməli, Səhra ölkələri seçərəm. 1. Səudi Ərəbistan, sonra 4 rəqəm yazıldığı Türkmənistan. Bax, 4'ü götürdüm. Sonra adam başına düşən ehtiyatdan danışdığına görə Çini götürərsən. Çünki burada da əhali sayı çoxdur deyən adam başına düşən göstərici azdır. 1, 4, 6. Qaldı ki, 2 rəqəmi Braziliya, Cənub meşə qurşağına düşür. Burada əlbəttə ki, adam başına düşən göstərici yüksəkdir. 3 rəqəmi Kanada, şimal meşə qurşağıdır. 5, Finlandiya, şimal meşə qurşağıdır. Adam başına düşən göstəricilər burada yüksəkdir. Kəşf edilmiş təbii qaz ehtiyatı daha çox olduğu təbii qaz. Deməli, İran xüsusilə də kəşf edilən ehtiyata görə fərqlənər. Verilən ölkələr içərisində Rusiya, Türkmənistan da seçilər. Bu 6 rəqəmi ilə onu bildirir. Madagaskar 4 rəqəmi, Konqo Demokratik Respublikası 5 rəqəmi şərtə uyğun gəlməz. Başqa rəqəm olaraq hardasa rəqəm 3 rəqəmdə Çili, bu da olmaz. Cavab 1, 2, 6'dır. Ümumən təbii qaza görə yadda saxlayın. İllik hasılata görə ABŞ fərqlənir. Həmçinin xüsusilə də Qətər də demək olar. Eyni zamanda Əlcəzair, Niderland, Norveç bunlar da fərqlənir. Avstraliyada seçilir. Davam edək. 96. Uyğunluğu mən edin. Bu model sualda doğrunun altından doğrunu, yanlışın altından yanlışı götürəcəksiniz. Baxaq. Əhalinin yaşaması və təsərrüfat fəaliyyəti üçün istifadə edilən təbii sərvətlər təbii ehtiyat deyilir. Doğrunun altında doğrudur götürdüm. Torpaq, su, hava bərpa olunmayan ehtiyatdır, amma yanlışdır. Tükənib bərpa edilə bilən resursları götürmürsən, yanlışdır. Kəşf edilmiş neft ehtiyatlarına görə Venezuela, Səudi Ərəbistan, Kanada fərqlənir. İndi verilən ölkələrdən Venezuela, Səudi Ərəbistan xüsusilə seçilsə də, Kanadan da demək olar. Düzdür, Kanadadan daha çox ehtiyata görə ABŞ, Rusiya kimi dövlətlər daha qabaqcıldır. İran, misal üçün İraq və yaxud da ki, Ərəb ölkələri. Amma olsun, şərtə uyğun gəlir. Yəni, onlarda da neft hasilatı və ixracatı mövcuddur. Davam edək. Yanlışların altından da bu səfər yanlışları götürək. Hazırki şəraitdə istifadə edilməsi mümkün olmayan ehtiyatlar potensial ehtiyatlar adlanır. Bəli, kəşf edilib, amma hazırki mövcud şəraitdə istifadə edilməyən resurslar potensialdır. Doğrudur. Götürmürük. Külək, geotermal qabarma, çəkilmə enerjisi tükənən təbii ehtiyatlardır. Bu yanlışdır. Bunlar tükənməyən resurslar hesab edilir. Yanlış olduğuna götürürsən. Cavab 1, 3, 5 oldu. Filiz, qeyri-filiz və yanacaq faydalı qazıntılar mineral ehtiyatlardır. Bəli, mineral ehtiyatlar 3 qrupa ayrılır. Filiz, yəni metallar, qeyri-filizlər və yanacaq ehtiyatları. Davam edək. Burada da yanlışın altından yanlışı götürəcəksən. Yəni 5'i. Cavab 1, 3, 5. 97'də doğru fikirləri müəyyən etməyə tələb edilib. Mineral sərvətlərə tələbat artsa da, onların ehtiyatları məhduddur. Bəli, illər keçdikcə əhalinin sayı artır, təsərrüfat böyüyür, təbii resurslara tələbat artır. Amma ehtiyatlar miqdarı məhduddur. O yüzden de bir doğrudur ifadə olaraq. 2. ABŞ, Rusiya, Hindistan kəşf edilmiş təbii ehtiyata görə fərqlənir. Mikrofonumuz yəqin ki, indi düzəldi. Bayaqdan sönüb xəbərim yoxdur. Üzrlə hesab edin buna görə. 2-dəki ifadə deməli, kəşf edilmiş təbii qaza görə deyir, fərqlənir. Fikirləşək. Deməli, burada xüsusilə də Hindistanı çıxacaqsınız. Yəni, ABŞ, Rusiya kəşf edilən təbii qaza görə fərqlənsə də, Hindistana qədər də seçilmir. 3. Kəşf edilmiş dəmir filizi ehtiyatına görə Kanada, Braziliya, Avstraliya fərqlənir. Bəli, Kanadada xüsusilə də Labrador yarımadası, Braziliyada Braziliya ailəsi, Avstraliyada Qərbi Avstraliya ailəsi bu resurslarına zəngindir. Əlavə olaraq da Hindistan, Rusiyada da elə Ural dağları dəmir filizinə görə seçilir. 4. Sənaye, kənd təsərrüfatı, səhiyyə, maddi istehsal sahələrdir.
Sənaye kənd təsərrüfatı eyni zamanda deməli meşə sənaye, daha doğrusu tikinti, tədarük sahələr maddi istehsal sahələrdir. Amma səhiyyə xidmət sahəsidir. Diqqətli olun. Sənaye ən mürəkkəb maddi istehsal sahəsidir. Kənd təsərrüfatı ən qədim maddi istehsal sahəsidir. Tikinti, tədarük də maddi istehsal sahəsidir. Maddi istehsalda maddi nemətlər istehsal olunur. İnsanlar gözlə görüb toxuna bildiyi məhsullar əldə edə bilir bu sahədən. Amma xidmət sahələri maddi istehsal sahələri hesab edilmir. Səhiyyə, təhsil, bank, maliyyə, marketinq və s. 5. Ölkənin təbii ehtiyatlarla təmin olunma səviyyəsi onun geoloji quruluşundan, istifadə olunma miqyasından asılıdır. Bu da doğrudur. Həqiqətən də geoloji quruluş, məsəl üçün, maqmatik süxurlar ərazidə mövcuddursa, bu zaman filizlər, üst mənşə çökmə süxurlarla zənginsə, yanar faydalı qazlar mövcud olacaq. Deməli, bu əsaslı dərəcə təsirlidir. 6. Ukrayna, Polşa, Qazaxıstan kəşf olunmuş neft ehtiyatını göstərir. Bunlardan sadəcə Qazaxıstan kəşf olunan neft ehtiyatına görə fərqlənir. Ukrayna, Polşada daş kömürdür, qarışdırmayın. Cavab artıq bəllidir, 1-3-5. 98. Mineral ehtiyatlardan səmərəli istifadənin yollarını müəyyən edin. Yataqlarda olan ehtiyatların az hissəsinin çıxarılması bu səmərəli üsul hesab edilməz. Məqsədə uyğun olan tam hasil edilmədir. Xam maldan kompleks istifadə edilməsi, bəli, çıxarılan süxurun tərkibində eyni anda bir neçə metal ola bilər və hər bir metal ayrılıqda emala cəlb edilməsi kompleks istifadə deməkdir. Bu səmərəli üsuldur, məqsədə uyğun üsuldur. 3. Tərkibində tullantılar, daha doğrusu tərkibində tullantılar olan ehtiyatların təkrar emal edilməsi. Deməli, tullantıların da təkrar emala cəlb edilməsi onların tərkibindəki digər müxtəlif ehtiyatların da ayrılmasına imkan yaradacaq və bu təbii ki, səmərəli üsuldur və bayaq dediyim kimi kompleks istifadəyə yönəlmiş addımdır bu. 4. Filiz tərkibi kasıb olan süxurların emala cəlb olunmaması. Bu səmərəli üsul olmaz və ya düzgün addım deyil ümumiyyətlə. Amma 5 doğrudur. Belə ki, yataqlarda olan ehtiyatın tam hasil olunması. Bəli. Səmərəli üsul 2, 3 və 5 olacaq. 6, daha doğrusu 99-a baxaq. Cədvələ əsasən doğru sıraları müəyyən edin. Diqqət edək. Boksit ehtiyatına görə fərqlənən ölkələr kimi Yamayka qeyd edilsə də Polşa yanlışdır. Bilirik ki, boksitə görə Avstriyan Kep York yarımadası, həmçinin Gayana, Surinam, Yamayka, Braziliya, Afrikada Qvineya dövlətləri seçilir. Bu arada əlvan metallurgiyada xüsusilə də alüminium istehsalında istifadə olunur. Neysə, bir yanlışdır, Polşa olmaz. 2. Su ehtiyatları ilə zəngin olan fərqlənən ölkələr Kanada və Norveç doğru qeyd edilib. Və su xüsusilə də elektroenergetikada, yəni elektrik istehsalında söhbət seslərdən gedir, istifadə edilir. Doğrudur. 3. Meşə ehtiyatları ilə təmin olunan ölkələrə Rusiya qeyd edilsə də, Qazaxıstan xüsusilə də çöl və yarım səhralarını geniş yayıldığı dövlətdir və meşə ehtiyatlarına zəngin deyil. Düzdür, meşə ehtiyatları kağız istehsalında istifadə edilməsi doğru yazılıb, sırf Qazaxıstana görə yanlışdır. 4. Geotermal. Geotermal yerin daxili enerjisidir. Qaynar bulaqlara, yeraltı bulaqlara sahib olan geotermal quşaqda yerləşən İtaliya, Yaponiya bu ölkələr doğru verilib. Amma geotermal kimya sənayesi yox, elektrik enerji, söhbət geo-eslərdə istifadə edilir, elektrik istehsalında. Buna yerin daxili enerjisine istifadə edilir. Fosforit. Dünyada ən böyük fosforit ehtiyatı Atlas dağında, Afrikanın şimalında Mərakeşdə, ABŞ-ın Floridası da bu ehtiyatına zəngindir. Şərqi Avropa, Çində həmçinin. Fosforitə kimya sənayesində istifadə edilməsi tamamilə doğrudur. Beləliklə cavabı isə 2-5 olacaq. 100 nömrəli testə baxırıq. Doğru olmayan fikirləri istəyir. Birinci ifadə belədir. Apalaş dağlarında zəngin neft ehtiyatları vardır. Apalaş dağlarında zəngin neft ehtiyatları yoxdur. Deməli, burada bir elə yanlışdır. Apalaş dağlarında zəngin nə ehtiyatları var? Daş kömürü ehtiyatları var. Sonra 2.
İslandiya. İslandiyada istehsal edilən elektrikin çox hissəsi seslərin payına düşür. Yanlışdır. Xüsusilə də İslandiyada alternativ enerji qeyzlərdən daha üstün istifadə edilməkdədir. 2-dəki ifadəyə düzəliş eləyək. İslandiyanın elektrik enerjisinin təxminən 70% yaxını seslər hesabına əldə edilir. Bu əslində doğru ifadədir. Ona görə bunu düzəliş eləyək. Xüsusilə də az öncə bildirdim qeyzlər hesabına energetika isə təxminən 27-30% paya malikdir. Əsas pay ilə seslərdən əldə edilir. 3-də xüsusilə də burada nə qeyd edib? Təbii ehtiyatların qiymətləndirilməsində onların kəmiyyəti və keyfiyyəti nəzərə alınır. Bu doğru ifadədir. Belə ki, həqiqətən də ehtiyatın nə qədər olması, onun miqdarı, kəmiyyət göstəricidir. Həmin ehtiyatın tərkibindəki faydalı komponentlər miqdarı, hasilatın əlverişliyi, bunlar isə əsas keyfiyyət meyarları kimi qeyd edilir. Yanlışlar istədiyinə görə bunu götürmürük. 4-də mis filizi əsasən Ant dağları, Mərkəzi Afrika və Qərbi Sibir üzərində yayılmışdır. Ant dağları Mərkəzi Afrika doğru olsa da, Qərbi Sibir ovalıqdır. Burada qalın çökmə sıxır olur. Orada da neft qaz olacaq. Yanlışdır. 4-ü buna görə götürürük. 5-də Braziliya, Çin, Avstraliya təbii ehtiyatlarla zəngindir. Həqiqətən sayıca böyük olan bu ölkələr təbii ehtiyatlarla da rəngarəngdir, zəngindir, doğrudur. 6. Platformanın çökmüş ərazilərində zəngin dəmir filizi ehtiyatları toplanmışdır. Çökmüş ərazilərdə qalın çökmə sularda çökmə mənşəli faydalı qazıntılar olar. Amma dəmir filizi metaldır. Filizlər əlbəttə ki, maqmatik sularda olar. Platformanın qalxan hissələrində, kristali bir növ səthə çıxdığı hissələrdə, yəni yaylalarda və qədim dağlarda olur. O yüzden də bu 6-dakı ifadə yanlışdır. Bu test tapşırığın düzgün cavabı deməli 1 yanlış olduğuna görə 4 və 6 olacaq. Cavablar bölümündə diqqət etsəz, burada 2, 4, 6 cavab verilib. Yəni 2 yox, əslində 1-dir xətalı olan. Yəni bunu da ulduzlayıram. Arxada cavabı düzgün verilməyib bu testin. Sonra 101 ilə davam edək. Bu səfər uyğunluq müəyyən edin deyə soruşulur. Braziliya ailəsi və Hindistan yarımadası verilib. Gəlin görə Braziliya ailəsinə aid olan ifadələrdən hansılar uyğunluq gözlənilmişdir. Zəngin alüminium xam malı ehtiyatına malikdir. Həqiqətən də boks ehtiyatına malikdir Braziliya ailəsi. Bu doğrudur. Ərazisində ən böyük ağır əlvan metal qurşağı yerləşir. Ağır əlvan metal söhbət misdən gedir. Braziliya isə mis ehtiyatı ilə yox, alüminium oksidi olan boks ehtiyatına zəngindir. 2 doğru deyil. Xüsusilə də mis qurşağı olaraq biz Ant dağları və Mərkəzi Afrika qurşağını qeyd etmişdik. Aid olduğu materikin ən böyük ölkəsi olub boks ehtiyatına görə fərqlənir. Bəli. Braziliya eyni adlı Braziliya dövlətinə məxsusdur bu yayla. Və boks ehtiyatına görə də fərqlənir, doğrudur. 1-3 götürdük Braziliya ailəsinə aid olan ifadələrdən. Hindistan yarımadasına aid olan ifadələrdən gəlin gör 4-5-6-nın hansı Hindistan yarımadasına aiddir. Daş kömür ehtiyatına görə dünyanın ilk 10 ölkəsi sırasına daxil edilmişdir. Bu ifadə də bəli, doğrudur. Həqiqətən də ehtiyatı miqdarı burada çoxdur, onluqda olar. 5. Mineral ehtiyatların çox olması ərazinin çox hissəsinin seysmik qurşaqda yerləşməsinə əlaqədardır. Bu yanlışdır. Mineral ehtiyatlar ərazinin geoloji quruluşunun mürəkkəbliyi ilə əlaqədardır. Yəni o yüzden də bu ifadə yanlış olacaq. Geoloji quruluşun mürəkkəbliyi olmalıydı. Davam edək. Avrasiya təsvir tavasına daxildir. Yoldaşlar, Avrasiya təsvir tavasına belə deyək, Hindistan yarımadası aiddir. Çünki Hindistan özü Hind-Avstraliya platformasına aiddir. Yəni Hind-Avstraliya təsvir tavasının üzərindədir və dəmir fizi ehtiyatının zəngindir. Sağ tərəf hissəsi doğrudur, amma ilk cümləsi yanlışdır. Biz bilirik ki, Hindistan və Ərəbistan tasvir tavaları Mezozoyda Avrasiya birləşib, yəni sonradan birləşib, yad tavalardır. O yüzden de 6 doğru değil. Bu testin cevabı 1, 3, 4'tür. 102. Uyğunluğu müəyyən etmək tələb edilmişdir. Doğrudan doğrunu, yanlışdan da yanlışı götürəcəm. Şimal meşə qurşağında Finlandiya, İsveç fərqlənir. Bəli, həmçində Kanada, Rusiyanı da qeyd edə bilərik. Söhbət mülayimin tayqa meşələrindən gedir.
Şimali Afrika, Cənub-Qərbi Asiya ölkələri su ehtiyatlarına zəngindir. Söhbət Ərəb ölkələrindən və Afrikanın şimalındakı Həcəzər, Liviya, Misir kimi ölkələrdən gedir. Yanlışdır. Onlar şirin su çatışmazlığı yaşayan tropik ölkələrdir. 3. Florida yarımadası və Şimali Afrika fosforit ehtiyatlarla zəngindir. Həqiqətən də doğrudur. Florida yarımadası Şimali Afrikadakı bu Mərakeş fosforit ehtiyatı ilə zəngin olan ölkələrdəndir. Həmçinin Şərqi Avropa və Çin də bu ehtiyatlara görə fərqlənir fosforit apatitə görə. Geotermal ehtiyatların mənbəyi yeraltı isti bulaqlar və geyzerlərdir. Bəli, bu doğrudur. Ancaq yanlışın altından səhvləri götürməliyik. Mineral, torpaq və meşə resursları bərpa olunmayan ehtiyatlardır. Mineral ehtiyatlar bəli, bərpa edilməyəndir, amma torpaq və meşə ehtiyatları bərpa edilə biləndir. Buna görə yanlışdır. Yanlış olduğuna görə 5-i götürürsən. 6. ABŞ-da əsas daş kömür ehtiyatları Apalaş dağlarındadır. Bu da doğrudur. Həqiqətən belədir. ABŞ-ın ən böyük daş kömür ehtiyatı buradadır. Yanlış olaraq 1-3-5 olan variantı götürürsünüz. 103. Müəssisənin illik enerji tələbatını ödəmək üçün 80.000 ton neft lazımdır. Nefti əvəz etmək üçün müəssisəyə neçə ton daş kömür lazımdır? Bu tip sualı yazmaq üçün sizə belə bir qayda yazıram. Əvvəlcə verilən yanacaq növünün miqdarını, məsəl üçün burada müəssisənin illik enerji tələbat etmək üçün 80.000 ton neft lazımdır. 80.000 tonun miqdarını, 80.000-i vuracaqsan yandırılan yanacağın əmsalına. Neft isə neftin əmsalı nə qədərdir? 1.5. Və məxrəcdə əvəz edəcəyin yanacaq növün əmsalını yazsan. Nə ilə əvəz etmək istəyirik? Daş kömürlə. Böləcəksən daş kömürün əmsalına 1-ə. Cavabınız artıq bəllidir. 80.000-i 1.5-ə vuranda 120.000 edir. Onda 1-ə böləndə 120.000 ton eləyəcək. Beləliklə 80.000 ton neftin yandırılması zamanı ayrılan enerji qədər enerji əldə etmək istəyiriksə 120.000 ton daş kömür yandırmalıyıq. Qaydamız necə oldu? Verilmiş yanacaq növünün miqdarını 80.000-i vurursan yandırılan yanacağın əmsalını. Əvvəl nə yandırırdıq? Neft. Deməli 80.000-i vurdum neftin əmsalı. Neftin əmsalı nə qədərdir? 1.5-dir. Nə qədər əmsal aldıq? 120.000 əmsal. Böləcəm nə ilə əvəz etmək istəyirəm? Daş kömürlə. Onun əmsalı nədir? Əzbər bilin. 1-dir. 1-ə. Daha əvvəl yanacaq növünə istəyir vermə əmsallarını demişdik. Belə ki, neftdə 1.5, təbii qazda 1.4, daş kömürdə 1, torfda 0.5, quru odunda 0.4, yanar şistə 0.3. Bunu əzbər biləndə bu tip sualı rahatlıqla əvəz etmənin necə olduğunu bilərsiniz. Bu qədər. 104-ə baxıram. Müvafiq olaraq yanacaq növlərinin istəyir vermə qabiliyyətinin azalma sırasını deyir. Az öncə də mən bu əmsalları sizə bildirdim. Ən yüksək deməli neftdir 3, 1.5 əmsal. Sonra təbii qaz 1.4 əmsal. Daha sonra daş kömür 1 əmsal. Sonra torf 0.5 əmsal. Daha sonra quru odun gəlir 0.4. Sonda isə yanar şist 0.3 əmsal. Cavabımız 3, 1, 2, daha doğrusu 3, 1, 4, 5, 2. Neyse bu şəkildə. 5-də nə təqdim edilib? İstəyir vermə qabiliyyətinin artmasına görə yanacaq növlərinin müvafiq ardıcılı müəyyən edin. Bu səfər azdan çoxa doğru düzürük. Verilənlərdən əlbəttə ki, ən az quru odundur 0.4 əmsal. Torfda bu rəqəm 0.5 əmsaldır. Daş kömürdə 1 əmsal. Təbii qazda müvafiq olaraq 1.4. Neftdə isə 1.5 əmsaldır. Buna uyğun cavabı düzməlisiniz. Müvafiq nə deyir? Artmasına görə deyir. O zaman ən azdan başlayıram da 5, 2, 3, 4, 1. Bu arada yanar şisti də əlavə edirəm. Yanar şistə də yadda saxlayın ki 0.3 əmsaldır. Bu əmsalları biləndə bu tipli testlərdə yaza bilərsiniz. 106. Verilmiş ölkələr üzrə kəşf edilmiş dəmir filiz ehtiyatlarının artan sırasını müəyyən edin. Əlbəttə ki,
Ehtiyatı tapmaq üçün qaydamız nədir? Əhalinin sayını hər nəfərə düşən ehtiyatın həcminə vurmalıyıq. Qısası bu rəqəmləri bir-birinə vuracaqsınız. Aldığınız cavabları artan sıra didiyinə görə kiçikdən böyüyə doğru düzəcəksiniz. Gəlin mən bunları siz üçün vurub yazım. Müvafiq olaraq sizin üçün mən burada dediklərimi qeyd elədim. 196.7-ni vurduq 89.5-ə. Bu da elədi 17.604,65. Bu arada milyard tonla ifadə etdiyinə görə biz burada milyonu vurduğumuza görə nə edəcək? 1000-ə böləcək. Bu da 17,6 eləyir yuvarlaq. Yaxud da ki, digərləri bu şəkildə vurduğumda aldığım cavabı milyardla ifadə etmək üçün 1000-ə böləcəm. 16 tam, nəyəsə təxminən yuvarlaq ilə 16 eləyir. 1000-də bir ehtiyac yoxdur. Demək, burada 17.6 elədi. Avstraliyada 16 elədi. Rusiyada 57.8 elədi. Kanadada da 11 tam yuvarlaq 7 nəyəsə. Artma ardıcılığına görə ən kiçik elə Kanadada, daha sonra Avstraliyada, daha sonra Braziliya, ən çox Rusiyadadır. 4, 2, 1, 3 bu şəkildə olacaq. Davam edək. Uyğunluğu müəyyən edin. Qaz hasilatına və ixracına görə fərqlənirsə, bir rəqəmi olan Əlcəzair Liviya tərəfdir. A getdi 1-ə. Meşə və ağac tədarükçüsü Cənub meşə qurşağı, ekvatorial meşə qurşağında yerləşən Konqo Demokratik Respublikasının olduğu 3 rəqəmi. Ərazisində yanıtda il boyu bərabər paylanır. Bu ifadə də ekvatorial iqlim üçün səciyyədir, 3-ə gedir. Ərazisində əsasən dekabr-fevral aylarında, yağıntılar əsasən dekabr, yanvar aylarında, fevral aylarına düşür. Bu birinciyə gedir. Belə ki, subtropikin Aralıq dənizidir. Orada da yağıntılar qışda düşür. Şimalda da qış ayları dekabr, yanvar, fevraldır. İyun, iyul, avqust aylarında mülayim hava kütlələri hakimdir. Bu da 2 rəqəmlə gedir. Çünki subtropikdir. Yayda tropik, qışda mülayim daxil olur. Xüsusilə cənubda qış ayları iyun, iyul, avqust aylarına uyğun gəlir. Həqiqətən də cavab 1-ə AD, 2-yə BC, 3-ə də üzr istəyirəm. Deməli 2-yə Y, 3-ə BC-dir. Nəysə, düzgün yazdın. Xətalı şəkildə qeyd elədik, düzgün bildirdik axırda. Uyğunluğu müəyyən edin. Polimetal filizlərinə dair alüminium filiz və fosforata dair ifadələr uyğunlaşdıraq. Avstraliya və Macaristanda həm hasilat, həm də emal mərkəzləri var. Bu, xüsusilə də alüminium filizli olan boksit ehtiyatından gedir. A gedir 2-ciyə. Macaristanda da bu arada elə boksit ehtiyatı mövcuddur. Əsas hasilat rayonu Şimali Afrikada yerləşirsə, fosforit ehtiyatına aiddir. Atlas dağında Mərakeşdədir. Ölkəmizdəki gümüşlü və mehmana yataqları bu filiz ehtiyatlarla zəngindir. Söhbət polimetaldan gedir. Bir neçə əlvan metal olur bu yataqlarda. Əsas hasilat rayonları West Hind, Qərbi Afrika və York yarımadasında da söhbət boksitdən gedir, alüminium filizindən. West Hinddə də xüsusilə də Yamaykanı qeyd etmək olar. Qərbi Afrikada Qvineya dövləti, York yarımadası isə Avstraliya şimalındakı yarımadadır. Cape York da deyə bilərik buna. Xammalın tərkibində ağır əlvan metal filizdən xüsusi çəkisi az olur. Bu, əlbəttə ki, polimetaldan bəhs edilir. Onun tərkibində bir neçə əlvan metal olur. Xüsusilə də tərkibindəki ağır əlvan metallarda hər zaman filiz tərkibi olduqca kasıb olur. Amma alüminium yüngül əlvan metaldır, alüminiumdur. Sonra həmçinin digər əlvan metallarda biz qeyd etməliyik ki, filiz tərkibi nisbətən daha zəngindir. Yoldaşlar, bu arada 108-ə də ulduz qoyuram. Cavab kağızında deməli xəta var. Y-dəki ifadəni 3-cüyə qeyd ediblər. Yəni o ifadə də əlbəttə ki, polimetal filizinə aid olmalıdır. Az öncə də bildirdiyim kimi ağır metalların filiz tərkibi az olur. Onları daşımaq bu arada həm də baha başa gəldiyinə görə ilkin emalda xammal yataqlarında olur. Bu polimetal filizinə aiddir. Bir daha xatırlayın, özünüz üçün qeyd götürün. Yüngül əlvan metal olan titan, maqnezium, alüminium filiz tərkibi nisbətən daha zəngindir. Onları daşımaq daha sərfəlidir və onlar enerji tutumludur. Bu tipli xammalın emal müəssisələri adətən elektrik enerji ilə yaxşı təmin edilən ucuz enerji mənbələrinə yönəlir. Amma ağır metalların filiz tərkibi
kasıb olur, daşıması baha başa gəlir. Ona görə də o tip xam malla işləyən müəssisələr xam mal yataqlarına yaxın yerləşdirilir. Qaldı ki, polimetal filizin tərkibində də zəngin bir neçə müxtəlif ağır əlvan metallar olur. Davam edək. 108 dediyimiz varianta uyğun gəlməlidir. 109. Yenə uyğunluğu müəyyən edək. Şimali Afrika, Avstraliya və Yaponiya, Koreya Respublikasına dair ifadələr uyğunlaşdıraq. Yanacaq enerji ehtiyatlarla zəngindir. Deməli, yanacaq enerji ehtiyatlarla zəngindir. Afrikanın şimalında neft və təbii qaz var. O yüzden də bu ifadəni ora uyğunlaşdıra bilərik. Daş, kömür və filiz faydalı qazıntılar çoxdur. Bu Avstraliyaya aiddir. Müxtəlif filiz ehtiyatları mövcuddur. Həmçinin daş kömürlə də zəngindir. Filiz olaraq da Avstraliya bilirsiniz ki, qızıl, dəmir, boksit, uran və digər bu tipli metallarla zəngindir. Mineral xam malla zəif təmin olduğundan tələbat idxal hesabına ödənilir. Bu Yaponiya və Koreya Respublikasına aiddir. Davam edək. Dünyanın mütləq maksimum temperaturu qeydə alınmış Liviyanın Tripoli şəhəri yaxınlığındadır. Və əlbəttə ki, qeyd edəcəksən ki, bu ifadə Şimali Afrika aiddir. Hasil edilən xam malın çox hissəsi Şərqi Asiya ölkənin ixracıdır. Bu Avstraliya aiddir. Bəli, Avstraliyada çıxarılan filizin böyük hissəsi deməli Yaponiyaya, Koreyaya ixrac edilir. Beləliklə cavab A, D, B, Y və C şəklində olacaq. Uyğunluğu müəyyən edin. Meksika, Braziliya, Ukrayna dair ifadələrə baxaq. Dünya bazarında iri neft və təbii qaz ixracatçısı kimi tanınır. Həm iri neft, həm də təbii qaz. Bu verilən ölkələrdən Meksikaya aiddir. Həm qara, həm də əlvan metal xam malının mühüm ixracatçısıdır. Qara metallurgiyanın polad istehsal xam malı dəmir, manqan, xromdur. Yanacaq kömürdə daş kömürdən istifadə olunur. Əlvan metallar isə yerdə qalan digər metallardır. Deməli, söhbət Braziliyadan gedir. Çünki Braziliyada qara metallurgiyanın xam malı olan dəmir filizi də zəngindir. Əlvan metallurgiyanın xam malı olan boksit ehtiyatından da zəngindir. Yəni alüminiumun xam malından da zəngindir. Qara torpaqlar ərazisinə geniş hissəni əhatə edir. Bu çöl təbii zonasının formalaşına görə Ukraynada rast gəlina bilər. Daş, kömür və dəmir filizi ixrac edir. Xüsusilə də biz Ukraynada görə bilərik. Hətta buna görə biz Ukraynada polad istehsalı qara metallurgiya müəssisələri yerli xam mal əsasında fəaliyyət göstərir deyə bilərik. Meşə, su və mineral ehtiyatlarla zəngindir Braziliya təbii ki. Cənub meşə qurşağındadır. Ekvatorial ərazidə olduğuna görə su ehtiyatları və geniş platformada yerləşir. Böyük ərazidə mineral ehtiyatlarla da zəngindir. Sonuncu test 111'ə baxaq. Şimali Afrika, Cənubi Avropa, Şərqi Asiya dair olan yanaşmalara biz uyğunlaşdırmalıyıq. Rekreasiya ehtiyatlarla təminat turizm ixtisaslaşmasına imkan verir. Rekreasiya istirahətdir və bu ehtiyatlarla zəngin olan Cənubi Avropa dövlətləridir. Turizm ixtisaslaşma üstün inkişafdır. Cənubi Avropa dövlətləri, İtaliya, İspaniya, Yunanistan, bu tip ölkələr bəli, turizm üzrə ixtisaslaşıb. A getdi 2-yə. İstehlakçıların yaxın olması yanacaq xam malı ixracını asanlaşdırır. Bu Şimali Afrika dövlətlərinə aiddir. Xüsusilə də neft qaz xam malını ixrac edir və onun alıcıları da Cənubi Avropadır və bu Cənubi Avropa özlərinə yaxındır. Afrikanın şimal hissəsinə yaxındır, belə deyək. Aqroiqlim şəraiti çəltikçinin inkişafına imkan verir. Çəltik düyüdür. Bunu musson rejimdə Şərqi Asiyada xüsusi inkişaf etdiyini görə bilərik. Ekstremal, əlverişsiz şərait kənd təsərrüfatı inkişafına çətinlik yaradır. Bunu Şimali Afrikanın səhra ölkələri olduğuna görə deyə bilərik. Aqroiqlimdə su çatışmazlığı təsərrüfatının inkişafını çətinləşdirir. Yanacaq enerji xam malının ərazi üzrə paylanmasında kəskin fərqlər var. Bu ifadədə Şərqi Asiya üçün deyə bilərik. Belə ki, Şərqi Asiyanın yanacaq enerji xam malında Şərqi Asiya ölkəsinin Çində yaxşı təmin edilib. Xüsusilə də zəngin daş kömür, həmçinin neft təbii qaz ehtiyatları da özünə məxsus var.
Amma Cənubi Koreya, Yaponiya isə bu resurslarla tamamilə demək olar ki, məhrumdur. Yəni kəskin fərq bu şəkildə nəzərə çarpır. 1-ə gördüyünüz kimi B və D, 2-yə A, 3-ə isə C və Y uyğun gəlir. Beləliklə, bu mövzuna əlaqədar sonuncu test izahına gəldik. 1 saat 50 dəqiqəlik bir müddət ayırdıq. Gecə saatlarında çəkdiyimiz bu izahlarda kiçik xətalarımız ola bilər. Bunu üzrlü hesab edin. Diqqətinizə çatan hər hansı bir xətamız, nöqsanımız olarsa rəylərdə bildirin. Mən də ona reaksiya bildirəcəm. Hər birinizə qarşıdakı imtahanlarda uğurlar. Növbəti video izahlarda görüşənədək özünüzə yaxşı baxın. Kanalımıza abunə olmağı, videolarımızı bəyənməyi, dostlarınızla paylaşmağı unutmayın. Özünüzə yaxşı baxın. Hələlik yoldaşlar.